Bu videoda astral dərəcədə söyüş mövcuddur. Əgər söyüş görmək və eşitmək sizi narahat edirsə, videonu dərhal bağlayıb getməyinizi tövsiyə edirik. Əks təqdirdə etdiyiniz seçimləri məsuliyyəti ilə sizi baş-başa buraxıb videoya başlayırıq. Qışda gördüm üzünü, yayda çıxmadı yaddan. Ay qız sənə demədimmi, keçmə bir də qiyamatdan. Qiyamatın dağları, örtük bilər ağqarı. Ululardan güc alar, ulu qiyamət xalqları. Qiyamatın dağları, örtük bilər ağqarı. Ululardan güc alar. Qəhrəman Əkbərin ölümlü əsərindən. Qiyamət qeyrətnamələrinin 6-cı bölümü ilə qarşınızdayıq. Əziz qonaqlarımız bugün yenə də bu yolda, bu sənətdə saçlarını ağartmış sahib Ağsaç bizimlədir. Saçlarını ağartmasa da illərini bu sənətə vermiş Nurlan Abbaslı bizləndir. Bu sənət üçün evə qaçaraq gəlmiş, təngənəfəs olmuş Aymir Aydınlı bizdədir və bu sənət üçün bığ saxlayıb hal-hazırda Rüstəm Səfərli, başqa da bir şey tapanmadım yəni. O da bizləndir bugün, öz karakterləri ilə. Uşaqlar, necəsiz, nə var da yox? Nə bu sənət üçün heç eləməmiş qəhrəman Əkbər bizdədir. Day, neyniyim qardaşlar? 2 bölüm podcast elədik də. Ən yaxşı elədiyi hərəkət bizi bura yığmaqdır. Kanalı izləsəz görərsiniz müəllim. 2 dənə setting öyrətmişəm. Nə dərsiniz, nə var, nə yox, necə gedir həyat? Sağ olun, pot yeyirəm. Qəşəng. Tam bir şey tıxırı, bu nədir? Aymir də orada bir ucdan lüp. Deməli, istəyirsiniz keçək bölümə. Keçən bölümün sonunda... Keçəl bölüm, bəli. Keçəl, Novruz bayramını qeyd elədik, düzdür. Keçəllə Kösa da bizlə idi. Bayramın mübarək. Keçən bölümün sonunda Qustan ata və Gürxanım ana otağa çəkilmişlər söhbət eləməyə və orada bitmişdi və bu kişi Vərənfil dayı sizin dəbilqədir, nə bilim, ondan sonra armordu falan onları hazırlayırdı. Bir həftə demişdi, amma bu 4 gün çəkdi. Yəni 4 günü hazırladı, verdi. O 4 günü sürətli indi keçəcəyi, nələr yaşandı orada. Yəni hamısını bir-bir deməyəcəm indi. 4 gündə nələr baş verdi. İstəyirəm birinci Nurlandan soruşum. Nurlan, sənin karakterin Kilyar kişi Qəndafi. Görür ki, bu sərxanənin tamam yaraları sağalır da, amma bunun xəstəliyi düzəməlli bir xəstəlik deyil. Yəni nəsə bir şey oxşuyur, belə bir magical bir şeyə oxşuyur. Bunu bu araşdırmaq istəyir, yoxsa başqa şeylə məşğul olur? Əlbəttə. Araşdırmaq istəyir, qəşəng. Onda bu 4 gün ərzində Kilyar bu sərxanənin xəstəliyi ilə maraqlanır, bunu araşdırmağa çalışır. Yaxşı ki, bunu eləyir, çünki sənin bu verdiyin qərar başqa karakterə təsir edəcək. Aymir, what? Abi, Kilyar araşdırmasaydı, Gürxanım ana araşdıracaqdı bunu və Gürxanım ana boşladı deyə Qustan ata ilə vaxt keçirdə bilir bir müddət. Yəni, Qustan ata ilə vaxt keçirdirlər, nə bilim. Birinci şeydən başlayırlar ki, nə bilim, yaxşı, ateos, nə bilim, sevgi dinidir, hamını sevir falan. Qustan ata deyir ki, yox, sevgi qazanılmalı bir şeydir, boş yerə verilənməz falan. Belə dinli söhbətlər gedir. Bir yerdən sonra dindən sıxılırlar, şəxsi söhbətlərə başlayırlar ki, yox, nə bilim, ən sevdiyin şeylər, yəni hobilərin nədir, nə bilim, necə insansan falan, xasiyyət, qısqancsan zat, belə şeylər. Sonra da ki, Orada bir dənə yanlışlıq var. Din söhbəti qutaran söhbət deyil də, yəni. Abi, buradakı dinlər biraz belə çox da Tez qutarır, hə? kompleks dinlər deyil deyə tez qutarır. Erkən qutarma. Bir günə həll edirsən. Oturub qardaşım da manuskriptlər yazmamışam dinlərlə bağlı o qədər. Nəysə, əvvəl-axır Qustan ata Gürxanım ananı yatağa ata bilir, yəni ki, yaşanır. Qustan atanı təbrik edirik. Qustan ata bir dənə inspiration götürsün özünə, token götürsün bunun üçün. Ondan əlavə olaraq Sazqaparın bu arada Rüstəm, Sazqapar sərxanə ilə aralarında bir emosional bir şey olur, yoxsa prosta yəni takılırdı Sazqapar yəni? Nəsə bir şey hiss edir ona qarşı, yoxsa eləmir?
Bu Sərxanı çıxartdığım adam da öldü. Aha. Üzü Hə. üskündə olan. Hə. Hiss eləyir. Evet. Ən azından seçim eləyib Qarabağın onu Hə, eləmək okey. üçün. Okey. Yəni seçim edir, yəni Saz Qapar da yəni ki, narahatdır, yəni bu Sərxanənin Adam sağalıb ilk dəfə sağalmaması. həyatında görüntüdən seçmədi də bir qızı. Aha. Aha. Nəsə bir dəyişiklik eləyib, karakter ark yaşayır bu dəqiqə. Hə. Bu Sərxanənin bir dənə son bir fotostadı var. Hazırki vəziyyət necədir? Abi hazırki vəziyyəti, yəni yaraları sağalıb, amma Vitpas ona eynidir yəni. İşte onu istəyirəm də görərdim. Yaraları sağalıb. Daha o qədərində Yəni generate nə eləməmişəm iş burada. O qədərində generate eləməmişəm indi. Eləyərsən Hə, baxarıq. Hə, eləyərək baxarıq sonra müəllim. Nəysə, ara yerdə Kinosu var. Və videosunu və ara yerdə Division eləyir. Division-dəki normal gündəlik həyatını yaşayır, amma ki bir tərəfdən də ağlı qalıb o söhbətlərdəki görəsən divlər Astaralada hücum eləyəcək. Hücum eləsələr mən orada olmasam nə olacaq filan. Bir narahat ağlı orada qalıb yəni Division. Prosta bir dənə də söhbət var. Saz Qapar dini məbəddədir. Ona görə onun başqa şeydə qarışıb eyni vaxtda. Həmişə kimi o tanrı axtarışındadır hələ də. Hə. O da gedib Ateusun məbədində onda orada takılır. Qustan ata deyir ki, çıx get də bura tək. İmkan ver, yaşayaq da. Gəlirəm 50 dəfə sual verirəm. Söhbət edirlər yerdə. Hə. Deməli, Peyman da ki, sizin ətrafınızda hər şey yoxlayır. Gedir bir ara Saz Qaparla saz çalır, görür olmur, nə bilim. Qustan ata ilə dua eləyir biraz, çox da alınmır filan. Dibişlə nəsə döyüşməyə çalışır belə. Nəysə də hər şey şirkət eləyir. özünü tapmağa çalışır da nə etməlidir filan. Kilyarın kitablarına yaxın duran kimi də Kilyar deyir ki, yəni yox da, yəni heç ağlından belə keçirilməz. Nəysə biz tapmağa çalışır bir şeylər eləməyə çalışır. Hələ də öz yolunu tapa bilməyib. Sizin ətrafınızda takılır orada özü üçün. Sonra bu arada sizə keçici olaraq Xalidin evini verirlər ki, orada qalasınız. Orada yaşayırsınız o müddətdə. Bu arada Xalidin də nə olduğu kəndin heç vecinə də olmur. Çünki çox da sevirdilər olsa ki, Xalidi. Heç kim də durub fikirləşmir. Xalidən nə oldu falan. Deyir, hə də getdi, cəhənnəmə getdi yəni. Qurtuldu. Biz yalandan rumor yazsaq ki, bacısı ilə çıxıb getdilər, hamı inanacaq. Hə, heç yəni no one cares yəni. Eləməsən də. Zaten Xaliddən hamının zəhləsi gedirdi. Belə, bundan əlavə də ki, müəllim, Kəpənək Nahid də takılır orada özü üçün, nə bilim siz. Yəni görürsüz ki, bu arada portalla bağlanıb, yəni yoxdur portal. Çıxıb gedib yəqin baxırsınız da. Yəni belə müəllim bu cür. İndi istəyirəm şeyə gedim. Kilyar son 4-cü günün sonunda artıq başa düşür ki, bu əslində bir lənətdir. Sərxanənin lənəti var. Və bu lənət əslində Sərxanənin direkt özünə edilmiş bir lənət deyil. Bu Sərxanənin gəldiyi yerlə bağlı lənətdir. Yəni ki, bu lənəti həll eləmək üçün, qaldırmaq üçün lənətin qoyulduğu yerə gedilməlidir və Sərxanənin də dediyi kimi Sərxanə Qayıqbasan kəndindən idi. Yəni belə bir şey var qarşınızda bu dəqiqə. Bir sual verə bilərəm. Haycan, buyur. Okey, necə olub ki, onda lənət təkcə buna təsir edib? Qəşəng. Kimə sual versə onu? Sərxanəyə? Sərxanənin özünə. Sərxanəyə sual versən, yəni ki, sualımı Sərxanəyə belə yönləndir də, mən də Sərxanə kimi cavab verim onda. Mənə qulaq as. Əgər Buyur, sənin lənətin olduğun yerlə əlaqəlidirsə, onda eyni lənət niyə bacımda da yox idi? Hə, ola bilər. O mənim ögey bacım idi axı. Onu biz övladlıq götürmüşdük, ondan ola bilər. Baxın, mən keçən dəfə dedim ki, Saz Qaparla Sərxanın arasında bu dəqiqə dedim, nəsə bir şey yaşanacaq. İndi təzədən qəhrəmanın səsini eşidəndə fikirləşəm ki, mən bu səsdən flirtation bir şey eləmək istəmirəm bu karakterlə. Qardaşım, gəl şey deyim, yəni ki, qız gətirin bura, Sərxanə o səslə. Qız xahiş edirəm. Yaxşı, Yəni məndən də bu qədər maksimum bu qədər qız səsi çıxır abi, neyniyim mən ya? Bir dənə də sual mən verim. Sorry yəni. Biz bu kəndə gəlmişdik ki, kəndin dəlisinin harda, necə olduğunu öyrənib, sonra bu nədir o kişinin adı? Hə. Arvadı da şey.
Hə, də. bir arvadan. Qoca O, qoca. onlara Vəzifə Zeynal. xanım, Vəzifə xanıma bir məlumat verək. Bəli, bəli. Ha, biz indi qayıq basana mı gedək yoxsa birinci məlumatı ötürək onlara, sonra gedək qayıq basana? Ya seçim sizindir yəni ki, əslində orada. Məncə birinci məlumatı necəsə, nə bilim, ya məki ilə, ya nə bilim quşun ayağına bağlı. Məkini Hə, göndərirsən, ya nəsə elə. Məkini yolda qartal yeyir. Hə, göndərək eləncəli bir məlumatı, qoy getsin onlara çatsın. Ondan özümüz isə gedək qayıq basana. Nəsə elə bir şey. Nə deyirsiniz? Bəylər, Bir də mən adam də istəyirəm qayıq basana gedək. Amma biz əvvəl öz missiyamızı tamamlamalıyıq. Qurd qapısına getməliyik. Həm də mən baxım görüm ki, Dayana necədir, yaxşıdırmı? Yaxşı dayanıb orada yoxsa? Orada. Abi siz Dayana deyən kimi, yəni deyirsiniz ki, Dayana kimdir, yəni belə olmalısı əslində. Ayağına kimdir Burak? Dayana. Necə kimdir? Şeydə Kim dayanıb? Haçanadan xilas eləmiş. Mən o qədər unutmuşam ki, dayanmaq kimi başa düşürəm də kim dayanıb. Həbsxanada yadınızdadır, balaca qız xilas eləmişdik. Balaca qız. Hə. Stand-up yenə balaca qızlar barədə başlayır. Çilyar, əminəm ki, qız olsa mən onu yadda saxlayardım. Yadda saxlamışdın, yadda saxlama. Özdə yaşın öyrənənə kimi yenə şey eləyirdin. Mən də Şərat ona gəlməyim. Mən çox yaxşıyam. Mən elə şeylərə çox fikir verən adamam. Şər atma, qoca kaftar. Balaca qız sən neyimsən? Davay getdin. Necə heç birinizin yadında olmaya bilər? Elə şey olmayıb. Qoca sən deyirsən beynin yenə qarışıb. Qoca yaşında yenə geylərmisən. Nəysə sən bir mahnı Yox. bəstəliyim özümə gəldi. Məki çıxır abi şeyin Qandalfın cibindən. Deyir ki, siz necəsiniz, heç birimizin yadında deyil o qız. Məki sən də nə danışırsan? Görürsüz? Var ikisinin də başı çatmır deyəsən. O sıçandı danışan. Çox artıq bir şeyə ehtiyac yoxdur. Sən də qoca elfsən. Səndən ağıllı deyirsən. Düdü, neçə dəfə demişəm, sıçan deyiləm mən sənə. Neçə dəfə demişəm, mənim ağlım yerindədir. Yəni Dosturansan, fərqi nədir? Davay. Sıçan deyil, işiyəndir. Gələ sıçan deyir. Məki. Beyni çöndü yenə. Burada nəsə məsələ var. Necə təkcə ikimizin yadında da həmin şəxs sizin deyil. Nəysə. Söhbəti uzatmayaq. Əsas məsələ odur ki, biz qurd qapısına qayıtmalıyıq. Yəni mənim heç vaxt belə bir şey başıma gəlməyib. Kimisə görüm, amma yadımda olmasın. Abi bu arada Vərənfil dayı sizə bütün armorları verib artıq. Havuzun inventorisini özüm qoymuşam onları. Abi bir də inspiration hardan götürüm mən bilmədim. Karakterimin üzərinə o lock token yazılan yerə checkbox'a basırsan bir dənə pisiyo. Ha, vəsə. Hə, bu arada Vərənfil baltası, qışıq. Kəpənək Nahid də gəlir. Aha. İndi də başlayır. O vaxtdan, yəni bu 4-cü gün geyimi bu da prosta. Yenə təkrar et. Bu gün ilk dəfə də ikinci dəfə eyni geyimi ikinci dəfə geyinir. Qaqam Faşinovadır. Gəlir ki, Mən bundan çox qəşəng dostlaşmışam axı. hə, siz artıq Gözləyir. dostsuz abi. Sənə Və- sirrini də və deyib o- bu arada. Belə zad görüşlər olur öyle. Hə, gəlirsiniz Elə belə görüşürəm baltalarımızı belə bir-birinə vurursunuz falan belə. Ha, baltan möhkəm olsun. Mənim qardaşım, Dırnağın Diviş. Ürək, nə var nə yox. Hə, nə, Yenirsən. yaxşıyam. Bugünkü planımız nədir? Ha, bugünkü planı sən qur. Mən bu gün sənin ixtiyarındayam. Belə Doğrudan pis deyirsən. çıxmasın. Belə pis çıxmasın hə. Davay. Hə? Hə. Onda Biraz yaxşı. başım başqa şeylərlə çox doludur. Biraz başımı qatmalıyam. Yoxsa astaralının dərdi mənə alıb aparır. Bəs bu gün gedəsi deyildi siz amma. Qədəsi yeyin, gedənə kimi də qulluğundayam da. Hə, sağ ol qardaşım. Hə. Mən şeyə gəlir, saz qapara gəlir ki, mən at arabası ilə danışdım. Hə. Normalda siz istədiyimiz yerə 2 qızılı aparacaqdı, amma ki mən danışdım ki, bizim adamlardır, bir qızıl 5 gümüş aparacaq sizi adam başı. Mənim nəyim var? Mən nə verdim sən? Sən? Sənin nə qədər pulun var ki? Yox, mən nəsə vermisən o kişidən. Armor vermişəm. Hə, chainmail bu odur da deyirəm, Hə, dəyişilib. hə, armor vermişəm sənə. Ha, okey. Nə soruşdu bir də saz qapardan? Deyir ki, yəni at arabasını şey eləmişəm də, həll eləmişəm, sizə endirimlə aparacağıq. Sağ ol, sağ ol. Nə qədər Sağ ol, endirim mənim var, qardaşımdan gedir. ancaq bunu gözləyirəm. Normalda 2 qızılı aparır,
bir qızıl 5 gümüş aparacaq sizi. Maya dəyərini aparır yəni kimi düşün. Öpürəm qardaşım. Atı özümüz sürsək, Yo, at mənim deyil axı at. Öz o qədər at yoxdur yəni özümüz sürəcəyə qədər. yaxşı. Çıxardı verirəm. Necə bir qızıl 5 gümüş atır verim. 9 qızıl ver də mənə. 9 qızıl sil. 9 verim. 2 qızıl 1 gümüş demirim. 9 nədir? Yəni peymanla sərxanə aparmırsınız. Teymon Sən sizdə elə də? deyirdin. Ha, Hə. yaxşı 9 qızıl silədi. Sil abi 9 qızıl. Mənim pulum yoxdur ha, belə baxıram. Sənin pulun yoxdur abi. Bütün pul saz qapardadır bu dəqiqə. O da danışın da abi, öz aramızda danışın görək nə olacaq. Abi- Doğrudan mən bəlkə çıxıb getdim, saz qapar. Mənə yol pulu lazım olacaq sonra. Abi, Gül xanım ana çıxır oradan. Yavaş-yavaş Məbəddən, baxıram. deyir, gedirsən Qustan. Gülxanım. Əfsuslar olsun. O mənə elədim. Yəni Gül xanım gəlsin. Yəni söhbət hekayə hələ bitməyib yəni. Axırda sənə cavab verəcəm. Hə. Qustan atam buna necə tamaşa salıb? Belə deyir. Qustan ata da bunun kimi deyil. Onların Bildim, bu da saqqallı, o da ən gözəl bir saqqallı. şeydir. Abi, şeydə dwarflarda saqqalsız qıza şey kimi baxırlar elə bil. Yəni bu kifirdir. Rəni. Ay. Gülxanım, bugün saqqalın çox gözəl parıldayır. Sağ ol, sənin də. İyisi belə mənə valeh eləyir. Heç getmək istəmirəm, amma məcburam gedim. Az yaxşı şey eləmə. Nəysə, gedin. Mən bu iyrənirəm, ona üzümü çevirirəm qırağına. Mən də baxıram Ateos. verimə. Sən dip sənə ayaq uğraşır. Nə deyim oğlum? Hə. Bu arada göz salmıyor Görsən zaman. işə yarayıb nə eləmişəm sabah sənə də kömək eləyim sən də. Bax, lan divizyon qoca sandım, problem deyil. İşləyirəm aşağıda. Gedin. Sonra Gedin. Ateos. Mən poxa salma. Ateos sizə xeyir dua o eləyəcək. sarı qız deyirdin o var o. Baxarıq. O da həll eləyərik. Hə, Həm mən yadıma düşməsə də baxarıq. Məncə də Ateos hamımıza yar olsun, dava getdik. Mən son bir şey demək istəyirsən Gül xanıma. Mən Hə. Sən də ala yox, diviş. gedirəm. Yox, mənlik deyil. Çox Gedirəm, gəlməsəm. Gedirəm qucaqlayıram. Qucağına pıçıldayıram ki. Qucağına niyə pıçıldayırsan? Qulağına pıçıldadı. Qucağına pıçaqlayıb qulağına pıçıldayıram. Sonra qucaqlayıb pıçıldayıram. Hə. Qucağına pıçıldayıram. pıçıldayır və. Danış da. Pıçıldayıram şey də. Dinlərimiz fərqli olsa da ürəklərimiz birdir. Uy da burada əriyir. Gözlə məni həyatım. Səni gözləyəcəm Qustan. Onlar Mən buradayam deyir. Onlar Mən- mən müdaxilə edir. Very Mənim də daha yaxşısı var. Dinlərimiz ayrı olsa da dillərimiz bir yerdəydi. Ay. Ay. Mən o deyəsiydim, prosta demədim. Bu kəndin mənə ehtiyacı var. Gələk o Amma deyər. səni gözləyəcəm deyir və gedir şeylə məbədinə gedir. Nəysə Mən abi. müdaxilə eləmək istəyirəm. Primordial dildə oxumaq, Bunu götürüb mahnı oxumaq aparıb var. dedim. Hə, müəllim. Birinci deməli, bu arada sənə bir söz deyim, Nurlan. Sən baxırsan ki, bu əslində bu lənət elə bir lənətdir ki, yəni bu qaldıqca daha da pisləşən bir lənətdir. Yəni nə qədər tez həll eləsəz o qədər yaxşıdır. Amma ki indi baxın da özünüz. Daha çox eybəcərləşir. Bu lənət Bəzən eybəcərləşməklə var, bağlı bir şeydir, yoxsa Azı 18 il dözüb bir həftə ilə bir şey olmaz. Da indi onu bilmirsən abi nə qədər. Yes. nə vaxt lənətlənib bu şey? Onu bildik biz, yoxsa yox? Yəni soruşursansa deyir ki, son 1 aydır bu vəziyyətdəyəm deyir. Ha, onda təzə lənətdir də. Hə. Ona görə hər şey ola bilər. Bu şey, Filyar əmi, dayı, nə bilim. Oyda. Yəni Telefonun və saatın Mən- fitnesi söndürməmişəm. Saatım elə bilir ki, son 7 saatlı idim ondayım. Valor hesablayır bu. O məndə də elə idi. Hə. Hə, abi söhbət belə. istəyirəm ki, xilas eləyim bu qızı. Amma ki bizə iş tapşıran adamlar var. Yəni biz onlara qarşı borcluyuq da. Birinci o Hə. işimizi yerinə yetirək, sonra mən söz verirəm məmnuniyyətlə. Gedərik,
o qayıq nə bilim nəsə kəndinə həll eləyərik məsələni. Okey. Bəli. Gedirsiniz onda qurd qapısına. Hamı razıdır qurd qapısına getməyə. Gedək. Mən razı. Deyəmişdim. Sazqapar fikirləşir. Bir sərxanəyə baxır, sonra şey yadına düşür. Şeydir, qurd qapısındakı Milfa yadına düşür. Hə. Qurd qapısına gedək. Diviş nə deyir? Gedək. Gedək qurd qapısına. Tez Tamam. o xəbəri ötürək. Həm də bəlkə onlarda məlumat var Astralda nə gedir, həyat, nə tərdir. Orada kurt kapısında bizim işimiz neydi bilen yadımız. Qurd qapısına gedib prosta şey eləməlisiniz. Rəsmi official qoşulacaqsınız yəni. Kurt kapı. Onlara Hə, da Deyəcək bəli. revolver. şeylər, çocuklar ölüm. Hə. Şeydi. Tema. Okey mən istəyirəm getmək kurt kapısına. Prosta deyirəm ki, mən elə gəlir ki, biz kurt kapısına getsək bu qız öləcək mən elə gəlir. Yəni gedə bilərik. Mən vecimə deyil qız. Amma hardan Mən vecmədi. Bunu Qustan ata harandan çıxartdın? Belə Hansı dəmirdəydin? şey eləyirəm də elə bil hiss eləyirəm. Ya qıza baxıram, qızın vəziyyəti yaxşı deyil. Bilirsən necə? Qızın vəziyyəti yaxşı deyil hə. Xərçəng kimi də bilirsən necə? O bir il heç nə olmur, birdən son bir həftəyə birdən görsən ki, öldü nə var. Müəllim görünüşlə vəziyyətlə olsaydı mən də Yorğun. olardım. Tamam, necə məsələ? Qustan ata, sən sağaltmağı bacarırdın axı. Bacarım amma buna yox. Mən balaca Vəziyyətini stabilləşdirə bilərsən çatada qədər qurd qapısına. GM stabilləşdir. Yoxlaya bilərsən abi, amma ki yəni bax da indi. Okey, yoxlayaq da bro. Yəni sən Elə- sən mənə mən istəyirəm bir dənə şey at burada. Wisdom check at bir dənə mənə. Məsələn, Dostum, mən bir wisdom check at. Wisdom Qustandadır. Döşə getsin bala 19-la. Ki abi sən belə şey olursan da yəni ey ulu dəmir döyan mənə kömək elə falan belə olursan ulu dəmir döyan deyir ki məşğulam ya bu dəqiqə. Daha önəmli işlərim var. Mən də bunu görən kimi yavaş şey dəmir döyənin ümumiyyətlə faith-imi itirirəm ki, mənim axtardığım Allah bu dəqiq deyil də yəni. Bəs banda ölü adama bu dəqiqə şey eləmir. Dəmirdəyən necə? Dəmirdəyən həkim zatdır. Dəmirdəyən belə görəm heç nə eləmir. Dəmirdəyən prosta şey eləyir. Ada bir gəlir belə deyir ki, sən mənsiz heç nəsən. Mən deyirəm, tamam. Abi bu arada bir şey diyeyim müəllim yəni. Sən bu dəqiqə dediklərin küfrə girir biraz bax yəni. Çünki yəni Dəmirdəyən vəbşi yaxşı oğlan deyil. sən deyə bilərsən abi. Abi sənin karakterimin məsələn özəlliyi şeydir ki, məsələn sən bir şeyi fail eləyəndə yəni sən elə bil ki dəmir döyənə çox belə şey eləyə bilmədin, çata bilmədin kimi olur, başdın? Ha, okey. Yəni dəmir döyən səni qozlamadı kimi yox. Sən dəmir döyən elə bil çox da Çata bilmədim. Tamam. çata bilmədin çünki inancın o qədər şey deyil yəni, yüksək deyil yəni. Zəifliyi inancın. İnancın zəif. Mən karakterim o ki 1 qram da şübhə yoxdur. İstəmirəm. Yəni bu adam Hə. Bu karakterdə şübhə olmam, yox. yox. Əslində ola da bilər yəni. Deyə bilərsən ki, mən başlayıram şübhələnməyə, sonra klassımı da dəyişə bilərsən sonra. Oo. Elə bir şey olar yəni, karakter olaraq, nə bilim. Çünki dəmir döyən arada çox toksikdir başsan. Ola bilər yəni sonra. Hə, son olaraq, Saz yəni ki, qapar bir adam deyir ki, dayı hara gedirik, axsaqqal? Hayır, Sazqapar ciddi konfliktədir. Çünki Sərxanın arasında bir şeylər yaşanıb deyə şey onun ölməyini şey eləyənmir. Tamam. Qəbullanmaq istəmirəm. Düşünün abi, bir düşünün. Mənə deyin hara gedirsiniz. Bir dəqiqə, bu şeyə yaxındır. Basan Yəni- kəndi yaxındır, qayıq basan. Yəni at arabası ilansız deyə, yəni ki, hər yerə yaxınsız kimi bir şeydir yəni. Bəs onda nətər o yolda öləcək Füsurovnu? Yolda Füsurovnu öləcək, vəziyyəti yaxşı deyil. Niyə ölsün ki yolda yəni? Bəs onda Bu bunu məlumatı bir də Ya- Qustan ata dedi də. Qustan. Şey eləmədik, Hə. təsdiqləmədi axı şey. yox, qəhi təsdiqlədi axı, ona görə şey elədim mən. Təsdiqlədi. Yəni mən yolda öləcək demədim, amma vəziyyəti pisləşə bilər də, yəni hə, yəni ki, o lənət elə bir şeydir ki, siz bu lənəti başa düşmürsünüz, yəni sistemini bilmirsiniz necə işləyir. Hə.
Ya belə bir şey biz qurd qapısına geçsək 1x oradan 1x də təzədən qayıq basana oldu 2x. Amma Hə. bu qız öləcək 1x-də. Müəllim, gəl sən qısaca deyim də, indi Qayıq Kilyar basana da Qəddafi bir çünki X 4 yol gün var. bunu araşdırıb da müəllim. Kilyar Qəddafinin sadəcə Tamam. tapdığı şey budur ki, bu sadəcə bu lənət, yəni yəni Sərxanənin yəni yaşadığı, aid olduğu yerlə əlaqəli bir lənətdir və bu lənəti pozmaq üçün ora getmək lazımdır. Bu qədərini yəni ki, o lənətin tərkibi nədir, necə pozulur onları bilmir yəni ki, onları başa Bu düşmədi yəni. 1x 2x söhbəti Hə. hardandır bəs? Onu sahib dedi. Yol baxımından Ay şərəf öyle ki, özünüzdən şey çıxartmayın. yol kimi Biri Yol deyir kimi öləcək, atıram. o birisi Biri deyir var 1x başa 2x. kəndə gedirsən, biri var əvvəl qurd qapısına gedirsən, sonra oradan kəndə gedirsən, yol 2 Əvvəl qapı quru qapısına gedirəm. Bu ölmək 1x 2x-də lənətdir də. yolu ölçüsünü şeylədim də yəni. Hə. Bir şey Belə sor. 2 qat yol gedəcək Yəni yəni. sadəcə karakterlərimiz təxmin eləyə bilər, təxminlər üzərindən şey eləyə Mən bilər. bir Mən şey təklif qapısına edirəm gedib, ki, qurd qapısına Bəzən. gedib, orada Bir kimsə dəqiqə. stabilize eləmək üçün bir yolda tapa bilər bunu. Mən Qəndafildən soruşmaq istəyirəm ki, bu necə lənət? Başqalarını keçə bilər ya da məsələn virus kimidir, yoxsa ancaq qız yəni Virus nədir? Düşünmürəm, çünki bu onun qaldığı yerdə yayılmış bir şeydir deyə. Sonradan kiməsə keçə biləcəyini düşünmürəm. Amma istənilən halda gözünüz saz qaparda olsun. Abi mən sənə bir çox bir kritik bir şey də verdim Brad. Backbone. Nurlan. Hə. Sənə çox kritik məlumat da verdim əslində bayaq. Sən Hansı də məlumat? bağlı bir şeydir də. Yəni bacısı öləcəkdi də. Yəni. Hə. Qanla bağlı bir şeydir də, genetikdir yəni. Genetikdir, tamam. Bir də bir şey deyim. Bu qız bizə önəmlidir məsələn. Saz qaparı önəmlidir. Bir dənə təklifim var. Bir yaxladı əslində demişəm. Prosta indi yenə bir təkrarla məhkəməyə çıxmasın. Gəlin ya Məki ilə ya da bir indi quşa bir cadu eləyək, qartalla zanla bir mesaj ötürək qurd qapısına, özümüz gedək qayıq basana. Yaxşı ideyam var. Hə. Bunu reallaşdıraq yoxsa? Bir dəqiqə. Məkini tək göndərə bilmərəm. Hə. Peymanla göndərə bilərik. Peyman, Peymana amma nə qədər güvənirik? Peymana oradakılar bizim nə qədər güvənməyimiz güvənir? Peyman daha biraz çox. şübhəlidir. Abi əlimizdə bir şey var əslində bu dəqiqə. Qurd qapısına məlumat göndərə biləcək. Bəlkə mən gedim. Görüm ağlımıza Olur, gələcək indi. Bəlkə nəsə var inventoryda zaten. Yoxsa Baxın da indi, baxın. Məndə inventorində elə bir şey inanmıram olsun. Birinin inventorisində bir şey var deyim amma. Millet hamı Mən inventory'sine bak. Mən Hə? uca baxırdım bayaqdan, mən deyilə bu. Necə sən deyirsən? Aşı sənsən də Allah. Məndə 100% yoxdur. Sən saz Abi qapardan səndə nə çox- var? Rüstəm. Demək istəmirdi ona bax. Demirsən yəni, deməyə bilərsən əslində ki, özünü gicliyə qoya bilərsən. Hə də yoxdur məndə falan. Bir dəqiqə. Nə var ala məndə? Özü də bilmir. Abi Teleportlar var ha. Ləman sənə kağız vermişdi. Ha onu oxudum, mən ağlıma o gəldi. Prosta burada explicit yazmısan ki, ghost problemini həll eləsən, iti fifi gələcək. Köməyə. Bu gələcək bura. Oradan itlə nə məlumat aparacam? Burada sentient it olduğunu deməmsə, itdi bu. Abi it yəni gələndə nə edəcəksən ki, yəni ki, sən onu nə düşünürsən bura? Tamam, ghost problemini həll et, it gəldi. gəl sığallıysan göndər. Yox, o kömək eləmək üçün kombat bir şey üçün zat üçün nəsə bir şey deyil. Hə, Fifi gəlib kombata qoşulacaq, hə, yaxşı. Yalan, yaş qoşulmuşdu bu qoşul. Hə, amma yaşdır, yaş qurddur. Bu Fifidir, bu. Fifi necə getsin kombata? Nə bileyim. Pasqapal bunu Fifi- bunun necə Nədə? istifadə etmək Fifi başa düşür abi. Fifi hər şeyi başa düşür. Sentient Fifi. Okay, Hə. yes, mən ağlıma o gəlmişdi. Prosta sən onun mekanikini mən izah Hə. eləməmişsən. Belə bildim ki, literally həll eləməmişdən qabaq bunu istifadə eləyə bilmirəm. Eləyə bilirsən Ona əslində. Eləyə bilirəmsə, prosta o da useless. Yox, onu istifadə eləyim notu. Prosta necə istifadə edirlər? Məsələn, o da deməm sadəcə. Demişdim. Yandırmalısan notu demişdim abi. Əvvəlki Ha. bölümə bax, görəsən, yandırmalısan demişdim. Yaxşı. Sazımın içərisindən o deşiyin içərisinə belə salaram, oradan bir dənə not götürürəm. Hər şeydə Sonra deşiyə baxıram, soxulur. Ona baxıram, verirəm.
Yox. Bu Fifi. bu deyil. Bu Başqa demək. şeydə. Çıxartdım, açdım. Ha. Kilər bir dənə fu elə. Kimlər əjdaha ala. Yandı. Özü başa düşdü. Hə, abi Yandı. yandırdınız da necə yandırdınız bilmədim amma da yandırdınız nə tərsə də. Zehirlə. Abi yanan kimi belə göyə tüstüsü qalxır onun və tüstü formalaşır və tüstünün formalaşmasından Fifi belə it kimi gəlir belə. Belə gəlir bilsin qabağımızda. Gəlir, ləma Görmədim, bir dənə deyirlər. Necə Hə. gəlir? Dəyişə bir dəfə olardı. Fifi gəldi də, Ləma gəlmədi. Fifi gəldi, Fifi gəldi. Lom kimi baxıram belə üzünə ki. Hadi bir qız tanışım var, Fifi deyir, yanmışı onu o yadıma düşdü lan. Çağır o da gəlsin, oynasın. Fifi. Otur. Hə. Sən ol, bu dəqiqə ağlımda həmin qızdır da. Fifi otur, Fifi dur. Fifi otur. Nə var ki lan? Nə? Məki. Məzələnməyə gəlmişsən ala. Yalnız Sözümü diləndə ala. get xəbər ver ki, casus ölüb. Mən də şokdayım bu dəqiqə. Casusu nədir bunun adı? Ritualda istifadə edib öldürüblər. Qara cübbəli oğraşlar öldürüb onu. Belə deyir. Deyir və şey olur, belə yoxa çıxır. Ləma edərəm ki, sənsən. Hayır. Nə? Deyir yoxa çıxır abi belə. Tamam, Fifi getdi. Öndə biz də İndi qayıq gedə basalım. bilərik. Qayıq basana gedək, hə. Tamam. Mən itin qulağına pis bir şeylər demişəm Ləma ötürmək üçün siz də amma. Hə, itin qulağına deyirsən, itin qulağı varmı? Nə? Bu nə şey qulağı var da. İtin qulağına Nə yaxınlaşıb var nəsə deyirsən və Ghost itin qulağına elə bir səhnədir bu. Literally. Ya, sənxana da baxır ki, və İndi məsələ odur ki, ağzımı görürlər. Qostun içində transparent. hə də ala. Aman başa düşür nə dediyimi. Sənxana da başa düşdü abi onda, yəni hər şey. Şimdi deyim. Qost ikizlətmirəm ki. Hə. Gedirsiniz abi. Sağaldan kimi səni tərk eləyəcək də bilirsən. Nəysə Murad. Gedirsiniz, getdikcə görürsüz ki, biraz hava dəyişir, hava qaranlıqlaşır, belə biraz belə palçıqlı, yağışlı belə havaya belə. Aymirin Qustan ata yatır yolda. Mən sazımı şey edirəm, o simlərini her ding ding ding. Hə. Yolda bir söhbətimiz varsa eləyin, yəni. Kimsə kiməsə nəsə sual vermək istəyirsə. Sərxanə, Aycan. axırıncı dəfə nə yadındaydı kənddə? Necə oldu sənə uğradılar? Axırıncı dəfə kənddə elə o qabit gəlmişdi ki, bizi bir mənalıda təqaüd qazanmışıq və oxumağa gedəcəyik. Mənlə bacımı apardı. Sonra da özünüz bilirsiniz də nələr yaşandı, yəni. Onu izah edin, nələr yaşandı, neynədilərsə. Ding ding ding. O da indi bir izah edir ki, bunları bağladılar, sonra nə əməliyyata saldılar, nə bacısı ilə belə ritual falan elədilər, birləşdilər. Sənin üzgözün. Hı. Nə vaxt belə oldu? Mənim üzgözüm bir ayda deyil belədir, yəni. Belə bir şey görməmişdim. Oğradmaqdan əvvəl idi ya sonra idi? Sonra. Yəni bu ritualdan sonra baş verib də səndə. Əslində ritualdan sonra yox, ritualdan əvvəl, amma uğramadan sonra. Allah başa düşmürəm, mən beynim yandı. Sən nəsə eləməyiblər orada. Eləyiblər. Əlavə. Ritualdan əlavə. Yox. Ritualdan əlavə bizə eləməyiblər. Uğraz bir dəqiqə. Səni oğurlayanda nədir bu lənəti sənə keçirdiblər yoxsa necə işləyir? Dedi genetikdə axı. Valla lənətin nə olduğunu mən səndən öyrəndim, yəni. Mən də elə bilirdim ki, nəsə bir xəstəlikdir bu şeydə tutmuşam. Okay, yaxşı, bəs valideynlərin necə? Onlarda belə bir simptom falan nəsə görmüşdün? Valideynlərimi
axırıncı dəfə görəndə mənim anam rəhmətə gedib, atam da, yəni yox, atamda elə bir şey yox idi deyir. Amma anan nədən biraz gedib? Görürəm Anam- ki, Liyara Anam biz uşaq vaxtı rəhmətə gedib. Yəni xatırlamırsan da özünü. mən bilirsən Abi- də biraz şeylərlə maraqlanıram edirəm bu sehirlə zətlə də şeydir. Arada bir də bu bilirsən də sehirbaz kəndlərində də perform etmişəm. Ağlıma bir şey gəlir. Bu bu lənət nəsillicə bir şey eləyən bir lənətdirsə, bunu nə triggerləyir onu başa düşməliyik. Yəni bu nə ilə aktivləşib? Və yaxud da hər zaman aktivdirmi, ona qarşı charm eləmək olurmu? Bəlkə charmını itirib hardasa düşürdü. Abi, bunları danışırsınız. Bunları danışdığımız vaxt elə kəndə yaxınlaşırsınız abi. Yəni- Və Bir də bizi kəndə çatdırmamış bir dənə Hə. də şey soruşum. soruş. Sərxəndən soruşuram ki, qulaq as, bir ay əvvəl həyatında nəsə belə bir şey baş verib, nə bilim, ad günümü, ya nə bilim nəsə belə bir şey. Ha, bir Nəysə ay il dönümü. il dönümü, hə. Bir ay əvvəl bizim kəndin başçısının oğlunun uşağı olmuşdu. Onu qeyd eləyirdik. Onun səndən nəsə qohumluğu var? Bizim kənddə zaten qohum evliliyi deyə hamı qohumdur bir-biri ilə, amma İçimi qırıldı. amma bu bizim kənddə yəni mənim gördüyüm ilk dəfə idi, amma belə bir ritual var ki, hər dəfə bizim kəndin başçısının övladı dünyaya gələndə bir festival kimi bir şey eləyirik. Biz illər, əsrlərdir bu davam edən bir şeydir bizim kənddə. Deyir və hə. Və kəndə çatırsınız abi. Kənddə görürsüz ki, yəni kəndin də şəklini də göstərim sizə. Kəndin şəkli məncə sizə deyən qayıq basan kəndindəsiz. Və ana kəndin şəkli. Burada. Abi görürsüz ki, kənddə hamı Sərxanənin gündədir. Yəni Uydu, belə- bu nə də ola? Ya girirəm kəndə o Joe Pesci'nin o mimindəki kimi. What the fuck is this? Kənddə hamı Sərxanənin günündədir abi, yəni belə. Mən baltamı çıxarıram Hamı- sırası. Kəndə, bu kəndə biz yox, Leon Kennedy gəlməli idi. Silent Hill yoxsa Abi. Resident Evil. One-liner, o girən kimi də one-linerlə. Abi- Yasa qayığı mən basacağam. Görürsüz ki, abi belə kənddə hamı belə əzab əziyyət içində belə palçıq, yəni bu cür. Abi o, sən buna əzab əziyyət içində deyirsən. Bu zombi apokalipsisdir bu. Yəni ChatGPT biraz abartıb, yəni bu qədər də deyil. Amma yəni insanların Amma Hə. yəni consciousdılar, evildular. Yes. consciouslar abi hamısı yəni Çox şeylər. normal vəziyyətdə prosta it oxşuyublar da. Hə. Yəni hamısı Hə. lənətlənib. Yəni Abi abi görürsüz ki, kənddə belə bunlar deməli, kəndin mərkəzi belədir. Və kəndin mərkəzində bu insanlar, bu lənətlənmiş insanlar, hamısı bir dənə evin ətrafında toplaşıblar. Belə hamısı belə qışqır-bağır falan var orada. Həm kəndin sahilində görürsüz ki, bir dənə gəmi kimi bir şey var, böyük bir gəmi. Orada da nəsə bir hazırlıqlar gedir, nə bilim belə kişilər nələrsə yığırlar gəmiyə falan. Belə bir vəziyyətdir kənddə. sıraz gedirik şeyə. O kəndçilərin yığışdığı yerə görə nə baş verir? Hədislər tardan gəlir. Hə, yığışırsınız belə səs-küy falan, görürsüz ki, səsin hamı səsini alıb belə oğraş, ver bizə onu. Onu bizə ver. Bizi xilas elə. Belə eləyir yəni. Bura Şey, mənim- gizlətmə. Mən də qışqırıram. İstefa. İsti. Ha, Kilian. Amma istefa. Öldük biz, Oğlum Kilian öldük. Bu çubuğla nədir? aşağı salar Kilian'ı zordan orada gəlsə. Səni görürlər, səni görürlər və abi Qustan atanı görürlər, deyirlər ki, sən bizi xilas elə. Bizə bir xeyir dua ver, bir şey elə, biz ölürük burada. Mən də deyirəm, Qustan gəlirəm arxadan. Hə. bu Sazqapır məni təlim mən deyirəm ki, gəmir döyən başım şillə vururam bir də. Say belə şilləni vurur deyir ki, ah şifadır. Abi, belə bir vəziyyətdir. Sonra Nəfərdən söz soruşa bilərəm bu cəmaatdan. soruş. Həzarət. Yəni bunlar nə qışqırırdılar? O dinən
qışqırırdı ki, Onu ver əclaf, bizə. əclaf, bizə ver onu falan. Hə, mən soruşuram ki, kimdən nə istəyirsiniz? Nə baş verir burada? Cəmaət niyə yığılıb bura? Bu kəndin ağası oğlunu gizlədir bizdən. Oğlunu Ha. versin bizə. Oğlunu niyə verirlər sizə? Niyə? Nə eləmək istəyirsiniz? Xədim eləyəcək onu. Niyə? Eləyəcəyik. Özü danışar o. Oğraş, bura şeylər gəlib. Siz kimsiniz deyir. Kimsiz? Hə, balkona bir adam çıxır. Deyir ki, balkona bir dənə Bir kişi çıxır işlər abi. başa düşür, tutur belə qaldırır ki, kimə deyirsə də onu. Deyir. Görmürsən pis gün dəyəmə. Məndən nə istəyirsən belə kənd adamı falan deyir. Balkona bir adam çıxır. Deyir ki, buraxır yerə. deyir. Millət, sakit. Sizə 100 dəfə dedim. Onun harda olduğundan xəbərim yoxdur. Bilmirəm. İstəsəm də məni öldür. Xəbərim yoxdur. Məni öldürün, vurun. Heç nə çıxmayacaq məndən. Xəbərim yoxdur. Tək bir şansımız var deyir. O gəmiyə minib bu gün bu işi həll eləmək. Deyir və qapıdan təzədən girir, hamı başlayır qışqırmağa. Yalan deyirsən. Bilirsən o hardadır, oğraş ver onu bizə falan belə. Başlayırlar təzədən İçəri qışqırmağa. girə bilmir, belə bu qədər cəmaət yığılışıb. Abi şeylər var. Bilsən necə, sən bir şey fikir verirsən ki, müəllim. O çıxan adamın üzərində heç bir şey yoxdur, yəni belə normal sifəti var. Lənətin izləri yoxdur adamın üzündə. Aha. Və qapıda da bəzi adamlar var. Qapıdakı adamlar da belə əsgər kimi adamlardır, amma şey kimi də muzlu əsgərlər, döyüşlər sizin kimidir yəni. Onların da heç bir izi yoxdur. Kimin Təmin izi yoxdur əsas? Bu şey Hə. iz var. Balkona Ağası, çıxanın. kəndin ağasının Kəndin yoxdur. ağasının Ağası izi yoxdur. yoxdur da. Normal Yox, yox, yox. adamdır. Kəndin ağasının oğlunu istəyirlər də başa. Aha, aha. Yes. Belə yavaş-yavaş döndürürəm başımı komediya qəfədən kilərə. Bilər. Bunlar hamısı qohum idilər. İndi hamısında xəstəlik var da. Ağadan başqa. Deməli ağa Başqa oğlu başqa yerdən başqa gəliblər. yerdən yaxşı. Təbii Baş- ki. Who knows? Başqa yerdən gəliblər, yoxsa onlar bu lənətdə görə onlar özlərini belə deyim cavan saxladı, qəşəng Sərxanə saxladı, atasını digərlərini axtarır o dəqiqə. Çirkin elətdirirlər. Allah Sərxanə qaçdı. Sərxanə Var atasını axı. axtarır. Ata, Qolunu bayatın qolunu. atamanı, atam yaxşıdır. Sərxana, çəkir belə. Başqa, Hə. bura bax. Allah aşkına. Sizin ağavız nə vaxtdan sizə ağalıq edir? Hansı nəsildən yoxsa təzədir bu? Qıraqdan gəlib deyəsən, hə? Düz Bizim- tapıram. Bizim ağamız nəsillikcə bizim ağamızdır o. Yəni onun atası da, babası da, babasının atası da kəndə ağalıq eləyirdi. Onların şəkilləri Amma var. o da kəndlilərlə qohumdur, düzdür? Şəkillədir ay. Yəni hə mən bilən hamı qohumdur burada, yəni mən bildiyim qədərilə. Müəllim, yəni məsələ aydındır. Bu adam qalan hamını Niyə? sacrifice eləyib ki, özü yəqin normal qalsın. Lich. Bəli. Lich. Bəli. Yəni Lich belə növbətinə gəlirik. Mən o qədər Hə. dahi deyiləm, amma mənim belə onu hiss eləyirəm də, yəni. Beylər, Yəni- Başa düşə içəri girmək istəyirsiniz? Portretləri var bundan əvvəlkilərin. Mənim içimdə elə bir hiss var ki, bunlar hamısı bir-birinə oxşuyur. yəni mən bu kişinin yəni ki mən doğulanda bu kişi cavan adam idi. Yəni mən bilmirəm bundan əvvəlkini görməmişəm heç. Xəbərim yoxdur deyir. Sonra Amma- deyir ki mən atamı tapmalıyam deyir. Atasını axtarır abi Sərxanə. Amma indi daha qoca görsən. Ya mən də səndən Hə, gəlirəm. Qocadır, hə indi qocadır bəli. Təb buraxma. Yox, sən də gəlmirəm işte. Məki, ay Məki. Mək görür. Məki, bir də Hə. qızın cibinə, Hə, cibinə gir də. Qal orada. girim də, hə, cibinə girəcəm, yaxşı. Gir orada qal. Hə, Söylə gir- gitsin sərxana. Girdi cibinə məki qızın. Amma təkcə cibinə deyə. Yəni. Tamam. Kiçik daş mən sənəmə. Hə. Abi, girir qızın Qızın cibinə. əlini, qolunu buraxdım, getsin atasını axtarsın. Məki host ordadır. Abi siz indi dediyim kimi evin qabağında insanlar yığışıblar. Əskərlər də qoymurlar girsinlər insanları. Neçə nəfərdir əsgər? Abi bir 5 nəfər falan var da əskərdə yəni. Mən rahat içəri girə bilərik, mən nə Hə. Yəni beylər, görürsüz də özünüz. Hə, Ya siz də cicdəmin, 200 də. yəni.
Bunu diplomatiya ilə həll etmək lazımdır. Saz qaparı bir də qabağa görək. Saz qapar. Bax diplomatiya işə yaramasa mən Havayı balkon saz işə qapar. yaramayacaq. Paltarımı belə palçığımla da silirəm, edirəm qəşəng belə orada well var, well-də su təmizləyirəm, belə parıldadıram ayaqqabını. Bu belə bir yerdə nə qədər parıldada bilərsən maksimum. Valla təzə chain mailim var, belə qəşəng görsənir də, Hə. regal xüsusi olaraq bəzətdirmişəm də onu da Hə. by the way. Onsuz da mən stilişli adamam. Yaxınlaşıram şey deyil. Siz də yanımdasınız da yəqin ki, sağımda, solumda Aha. da. Yanında dayanmışam, qorxma. Salamlar və Aleyküm salam. salamlar. Aleyküm salam. Əyilirəm elə. Siz bu kənddən deyilsiniz. Yox, bizi Zümrüd Krallığından göndəriblər. Göstərəm Zümrüd krallığından bura adam göndəriblər. Bəli, sizin ağanızla biznes danışması olmalı. Mən qulağına əyilirəm saz müəyyən- qapara. Deyirəm ki, Eşidirəm. bəsdir, sən Zümrüd krallığı hardan söyledin? Mənə baxıb bunlar şübhələnməyəcəklər yəni. Anladım. Gördüyünüz Zümrüd kralının orada dönürəm. kölesi var ki kefele. Önünə baxıram. Tamam. Sən mənim səsimi Gördüyünüz eşitsən. şəxslər gördüyünüz şəxslər Diviş Astralı. Biz onu bizim Zümrüd Krallığında nədir o elçilər üçün təyin olunmuş xüsusi qorumamız Kilyar Qəndafil şeydir, Zümrüd Krallığının kral sehirbazı. Mən təbii ki, tanınmış natiq saz qapar. Hal-hazırda Zümrüd Krallığı üçün işləyirəm. Natiq Və- ritim qrupu. Gəliblər də bu. Və bizim yanımızda bizim pis eləmək üçün göndərilmiş Qustan ata. Bilirsiniz ki, Zümrüd Krallığı son vaxtlar Ulu Dəmirdöyən kilsəsi ilə xüsusi razılaşması var və Bilmirik. digər Yox. ərazilərə göndərib. Bilmirsiniz, indi bildiniz. Başa düşürəm. Siz ola bilər bunları eşitməmisiniz və bu minvalla biz sizin ağanızla görüş təyin etmək istəyirdik. Bunun əmin olun ki, Zümrüd Krallığının heç xoşuna gəlməz əgər bizim görüşümüzü geri Ya. çevirsəz. Abi bir dənə mənə şey ata bilərsən karizma çək. Literally ata bilərəm bir dəqiqə. Bir dənə karizma çək at mənə. Görüm dediklərimi senin nə qədər atmalıyam. yadda saxlayacaq bu. Amma Əslində şey, yaxşı uydurdu ya, yəni gör. Yox, bu karizma çəkən şey üçün atıram. Görüm dediklərini nə qədər Okay. yadda saxlayacaq. nə advantage qədər inandırıcıdır. Hə. İnandırıcılıqdır yoxsa bu nədir? Abi bu yəni ki, sənin dediklərimi prosta yadında saxlayıb yuxarı deməlidir, yəni. Okay. Bu vecinə deyil yəni, sən hardan gəlmisən. Prosta gör nə qədər yadında qalacaq. Avantajla atıram, atmıram onu bir dənə Yox, başa yox, düşürəm. yox, avantajla Diplomasiyaya gedir, girmir. Diplomasiyaya əslində girə bilər yəni, hə. Onda avantajla. At, at. 2 ilə 5, ola bilər. 8. Bil. Nə qədər yadda saxladı. Nə qədər yadda saxladı. İçəri Zümrüd krallığından Deyir gəldiyimizi ki- xatırlayır. Deyir, Nədim bəy, aşağıda 4 nəfər var. Zümrüd Astaralı gəlib. Deyir ki, Diviş krallığından gəliblər. Sonra Ulu Dəmir döyənlə nəsə bir problemləri var imiş. Bizdən kömək istəyirlər deyə. Nə edeyim mən bunları? Nədim də deyir ki, yəni Nə danışdın? Nə demək başa düşdü bu nə dediyi? Ya Nədim qayıdır ki, Nədim. Nədim deyir ki, Nədim. Kişi adamları buraxma bura, yəni xəbər. Deyir yəni, deyir, getdinən ki, Nədim bəyin işi var. Heç nə, gəlir qayıdıb deyir ki, Nədim bəy məşğuldur bu dəqiqə. Bura dirsəyimlə şeyə vururam bir dənə, nədir ona da? Divizya biraz toxuluram ki, mən davam eləyəndə elə bir sözümü şey backup-əsində Zümrüd Krallığının bu məsələdən heç xoşu gəlməyəcək. Bir dəqiqə, Zümrüd krallığı demişdin sən. Ha. Mən də belə silahımı sırada şey eləyirəm, bir amma Zümrüd krallığına qarşı bu nə hörmətsizlikdir. Abi, o deyirsən, arxadan belə qapı açılır, Nədim bəy çıxır deyir ki, Zümrüd krallığının bu tərk edilmiş, unudulmuş kəndinə nə işi ola bilər ki? Bizi xüsusi missiyaya göndəriblər. Sizin kənddə Ulu Dəmirdöyənin kultu üçün yeni kilsə açılmalıdır və Zümrüd Krallığı bunu şəxsən
özü maliyyələşdirəcək. Kəndin halına Maliyyə bax bir dənə. istiqamətə pul verəcək. İndi görürəm, Zümrüd Krallığın bundan xəbəri yoxdur. Və mən əminəm ki, Zümrüd Krallığı bunun açıqlamasını tələb edəcək. Ona görə gəlin müzakirə eləyək nə baş verdiyini. Mən bunların arasında çox qalmaq istəmirəm, siz başa düşürsünüz. Yaxşı. Gəlin içəri. Gəlin içəri deyir. Çox sağ olun, uşaq. Keçin. Abi keçirsiniz içəri. İçəridə oturur. Bir də şey də çıxardım deyən indi. Görüm buydu. İçeri girəndə saz qapara göz vururam. Ha, qəşəng. Hələ. Neyse. Hə. Kəndin başçısı olaraq yazılıb üstündə də yəni. Üzr istəyirəm, mən 2 dəqiqəlik qayıdıram. Hə. Kəndim. Gəlib deyir ki, oturun. Burada da kənd xəritəsi yazılmış bilin. Hə. Deməli deyir ki, salam macəraçılar. Mənim adım Nədim Xədimoğludur. Elçilər ya, Nadir Azad. Hə. Nədim Xədim. Mən bu kəndin başçısıyam. Mənim atam da bu kəndin başçısıydı. Oy belə, bildim brat. Xədim idisə necə boş verir? Bunlar uşaq yemək üçün. Bütün Başqa- hamının enerjisini qurbanzad verirlər Yusuf. Bizim mənim babam da bu kəndin başçısıydı. Hə. Yox, biz Babam- elə şey, elə düşündüyün kimi bir şey deyil. Amma bunu Bir dəqiqə, bunu niyə açıqlayırsan? Şey, bu bizə deyir. Hə. Özdə adam da çox yaxşı reaksiya verir. Yox, düşündüyünüz elə brat. Yox, səhv düşünürsən, yox. Deyir ki, nəysə, bu yanımızdakı yarı dib adam gedib deyə gözləyirəm, o gəlsin, sonra izah eləyəcəm hər şeyi. Hə, siz danışın görüm. tualetə gedirlərdi tez-tez. Hə, getsin Zəif tualetə. Onun biraz böyrəyində problemi var. Olur. zəif səsi var. Biz bu kənddə bu dəqiqə gördüyünüz kimi vəziyyətimiz çox pisdir. Kəndimiz bir varlıq mı deyim, şey mi deyim, tərəfindən lənətlənib. Şey. Bu varlıq Qarğışan adında çox mistik bir varlıqdır və Qarğışının lənətinə məruz qalmışıq. Wisdom checklər ata bilərik, görə eşitmişik bu arada nəsə bir şey var yox. Yox. Ata bilərsiniz abi. Mən də atmaq istəyirəm. Yox, mən intelligence ata bilərəm. Ata bilərsən müəllim. O intelligence atmalıdır, mən wisdom atmalıyım da mən şeyi yadıma salıram ki, vaxt gəzmişəm, gözmüşəm. Qustan harda bilir? Intelligence niyə atır ki? Kim atdı onu? O- 8-i. Bu Kilyardan- Kilyar Aa. çünki şeydir, Abi. ağıllı adamdır. O bunu oxuyub öyrənib oradan source etməyə çalışır. Mən də Hə. gəzib görmüşəm, oradan source etməyə çalışıram. Abi, Ona görə məndə wisdom. Kilyarada keçir də abi. Qarğışının sən adını eşitmisən deməli. Bu qarğışın şeytani bir varlıqdır deməli. Bu qarğışın şeytani bir varlıq olmaqdan əlavə olaraq sadəcə gedir insanlarla bir pakt falan bağlayır. Və bu paktləri yəni ki, Crossroads Demon. və bu paktləri bizə necə bağlayır? Prosta yəni tamamilə yəni keyfə də başa düşdün. Yəni heç bir səbəbi olmaya da bilir. Yəni və ya da ki bir səbəbi var da, yəni ki siz başa düşmürsüz nədir? Yəni o da ola bilər. Başa düşdün? Yəni ki heç vaxt bu qarğışınla bağlı bir şey fərqli bir şey eşitməmisiniz. Gələ nəsə bir şey eləsin. Yəni digər şeytanlar kimi məsələn sən mənə gücümü ver, mən sənə gücümü verəm, sən mənə nəsə bir şey ver, yox. Yəni dəxilsiz şeylər bağlayır yəni. Teymur sən nədir? Elə bir. Sazqaparla Kilyar hər ikisi demon language danışa bilir. Hə. Diabolic Qəşəng. language. Qəşəng. Sazqapar da danışır, bir də kim? Sazqapar yox, Qustan ata ilə Kilyar danışır. Aha, Sazqapar yox. qəşəng. Ha, Deyir ki, bu qarğışının adını eşitmisiniz? Bəli. Amma qarğışının sizə nəsə eləmək üçün siz ondan Sorry. müqavilə bağlamalı deyilsiniz. Mənim bağlamışıq, mən yox. Mənim babamın ulu babası qarğışınla müqavilə bağlayıb ki, bizim nəslimiz, xüsusilə Xədim oğullarının nəsli sadəcə davam eləməlidir, amma çoxalmamalıdır. Əgər çoxalsaq, bu kəndə bəlalar gələcək. Oğlun kimlə yatıb? Sıraz soruşuram da. Hə. Biz oğlumu evləndirdik. Üzr Oğlumu istəyirəm, evləndirdik. Hə. Bir şey Sən gəl, soruşum. sən də Mən gəl. olmadığım müddətdə nə baş verir? Heç nə Qarğışından danışır. Mən Olub. oğlumu Demonla evləndirdim. pakt eləyiblər.
və oğlumun oğlu oldu. Və bizim kəndin adətidir ki, xədim oğullarının ilk övladı olduqdan sonra bizi xədim edirik özümüzü ki, lənət yayılmasın. Amma oğlum həmin günün gecəsi arvad uşağı götürdü, qaçdı. Və gördüyünüz şeylə qarşılaşmışıq hal-hazırda. Qarğışını çox əsəbləşdirdik. Haqq Yəni- verirəm. Sənin oğlun neçə uşağı var bilirsən? Bir dənə. Oğlumun bildiyim qədərilə bir dənə uşağı var idi. Hə, amma bir dənə uşaq olan kimi xədim eləmək lazım. Bəli. Hə, uşaq eləməsə belə yenə də bu Uşaq eləməsə nəslimiz bitəcək. Yəni o da ziddir. Yəni bu qarğışınla əslində bizim paktimiz o idi ki, biz bolluq və bərəkətli bir torpaqda yaşayacağıq və ən azından bir dənə uşağımız olacaq bizim. Yəni, O xədim şey oğullar olacaq. Dvorf xanımın adı nə idi? Yadımdan çıxdı. Gürxanım. Gülxan. Ha, Gülxan bax. Dönünə baxıram benim Ruslan ata. Gülxanım sən. Gürxanım abi. Başa düşdüm mən öz istəyirəm. O olmalıdır. O olandan sonra dəmir getdi. Nəysə, bizdəki Dəmir bütün getdi. resurslarımızı göndəririk. O sahildə bir ada var. Qarğışın gecələr orada peyda olur. Və bütün qayıqlarımız məhv olub. Bu gördüyünüz gəmi son gəmidir. Başqa gəmimiz yoxdur. Bu gün yığışıb ora getməliyik bu səhər ki, onunla son dəfə döyüşək. Ya döyüşüb udacağıq ya da ki, məhv olacağıq. Sənin uşağın hardadır? Bax, tema odur, onu tapa bilmirik. Tapa bilsək əgər, Harda görmüsən? axırıncı dəfə festivalda görmüşdük elə festivalda. Sonra da ki uşağı arvad uşağı götürdü, qaçdı. Bunu tapıb əslində siz onu tapıb xədim eləsəz, lənət aradan qalxa bilər. Lənət aradan qalxmır, lənət növbəti nəsilə ötürülür, orada qalır uşaq. O gələcəyin probleminə çevrilir. O şu gələcəyin problemidir. Hə də o dibindən həll eləyək ki, gələcəkdə də bir problem olmasın. Dibindən də götürsək həll olacaqdı problem. Elə dibindən. Deməli. Əgər biz lənətin effektlərini bir ay əvvəl görməyə başlamışıqsa, bu deməkdir ki, sənin oğlunun bir ay əvvəl bir dənə də uşağı olub. Düzdür? Deyirsən ki, əkiz uşaqları var idi onun. What the fuck? Mərcəkiz sən Plot oldu. twist. Deyirsən əkiz uşağı var idi bəs. Yox, sən Mən oldu, ciddi- alfons olub. Ona görə qaçıb. Qızlar da əkiz idi. Yox, əkiz deyil. İş onda dəyişir. İş niyə dəyişdirir? Onda oğlumu xədim eləmək bəs deyil. Uşaqlardan birini də gərək öldürək. Problem deyil. Hə? Ruslan ata öyle. Bir dəfə eləmişik, biz həmişə çirkin olan öldür. Öyle bilədi. Yox, biz çirkin olanı öldürmürük. Çirkin dillini öldürmüşdük yəni. Qərar verin. Onda qərar sizə qalıb. Uşaq öldürməyə okeysinizsə, Sən gedin heç onun tapın yerini onu. bilmirsən. Biz onu tapmağımızdan o vaxta qədər bu lənət çirkinləşdirmədən başqa nəsə bir şey eləyir. Lənət hamını şey salır, gücsüz hala qoyur. Mən Bizdə uşağa yəni deməyə hazır artıq- deyiləm, sizi bilmirəm. Yeni bir gəmi tikib, ora gedib, bir daha döyüşməli enerjimiz qalmayıb. Nə də ki, halımız var. Həmişə neçə nəfərlə gedib Öldürə döyüşürsünüz? bilərik. Nə? Həmişə neçə nəfərlə gedib döyüşürsünüz ki onunla? Həmişə bir 20 Həmişə- nəfər falan. Ən kəndimizdən güclüləri gedib artıq bu gördükləriniz xəstəliklər Kəndimizin artıq. ən güclüsü kimdir? Onunla bir görüşərdim. Görüşüm onunla bir qol güləşdirim, bir ölçüm görüm sizin kənddə. Öldü kəndimizin güclüsü, öldü. İndi İndi ondan biraz o indi sağ qalan güclüsü hamısı ölür. bir dəqiqə, Aa. Nədim müəllim. Bəli. Sizə bir şeyin doğrusunu deməli. Biz Buyur. Zümrüd krallığından gəlməmişik. Biz əslində biz Zümrüd əslində krallığından qurd qapısından göndərilmiş macəraçılarıq. Biz gedirik Qurd qapısı. yarazlara, kömək eləyirik insanlara və s. Hə. Və biz bu başqa bir yerdə sizin kənddə olan bir qızı tapmışıq. Başqa bir ev. Ha, kim Sərxanə. Halində. Sərxanə, Nadir kişinin qızı. Nadir kişinin qızı əslində bizi bura gətirib. Oxumağa getmişdi o bir mənalıya. Bir mənalı olaraq oxumayıb, Pis yola O çıxdı. tutmuşdular. başqa şeylərlə məşğul olub. Ay, Nə kişi. danışsan sən? Ay kişi, dur bax verim. Hələ yox. Yəni tutub lənət də şey eləyiblər. Biz bu kənddə hamımız qohumuq. Tutub İş hələ yox. Hə.
Biz gəlmişik əslində paralel eləməyə. Sadəcə biz başa düşməliyik ki, Nadir kişinin ailəsinin hər hansı bir özəlliyi var. Bu nə sual? Belə deyim, Sərxanəni oğurlamışlar və onu oğurlayan adamlar qeyri-adi adamlardır. Belə deyim, hər adam oğurlamırlar. Yəni mənim bildiyim qədərilə Nadir Və sizin nəsildə hamı bir-biri ilə bu kənddə əlaqəlidir. Biz qorxuq ki, sizin manipulyasiya edib və sizin kənd üçün daha böyük bəlalar ola bilər. Ona görə məncə nə bilirsinizsə demək yaxşı olar. Mənim bildiyim budur ki, bizim kənd qarğışının təsiri altında olub. Mən özümü tanıyalı, yəni başqa da bir şey bilmirəm. Və bu son hadisədən sonra kəndimiz lənətləndi və lənəti qaldırmağın tək yolu ya oğlumu tapmaq ya da qarğışını yox eləməkdir. Mən baxıram deyirəm, uşaqlar. Bunun oğlunu tapmaq, yəni çox vaxtımızı aparır. O vaxta qədər kəndin yarısı ya öləcək ya da bir şey eləyəcək. Harda olduğunu bilmirik, hara getdiyini də bilmirik. Məncə elə qarğışının üstünə düşməliyik. Amma mən qarğışın da ümumiyyətlə bədheybət şeytanlar haqqında heç nə bilmirəm, yəni. Ona görə bunu Mən wisdom ata bilərəm, görün mən nə bilirəm. Mən əlimi qılıncımı atıb, Sən də at, baltamı alıb deyirəm ki, Abi, Mən heç bilmirəm bunu öldürə biləcək Qustan ata, yoxsa sən yox. bir wisdom at da mənə. Doğrudan bir wisdom at. kim? Mən heç bilmirəm bunu öldürə biləcək yoxsa yox. Kim bizim atsın? Qustan ata wisdom atır. Hı. Bunlar ikisində Demon Link Language var. Bunlar əslində onun haqqında daha çox biləcəklər ona görə. 13. 13. Əslində yəni sənə bir söz deməyəcəm, çox da çətin bir şey deməyəcəm sənə, yəni məlumat verəcəm abi. Sən bir şeyə fikir verirsən, Murat, yəni ki, o çox adam yığılmış deyə. Baxırsan ki, abi, bəzilərinin tamam lənət var, bəzilərində amma bir şey var. Məsələn, üzünün yarısı normaldır, yarısı lənətlidir. Yəni belə şeylər görürsən amma. Okay. Buna sual verdin, dedim ki şeydir. Bəs bir şey sual vermək istəyirəm. İstəyirsən sən bu dediyin şeyi, fikir verdiyin şeyi başqasına da deyə bilərsən, o da bir şey ata bilər. Hamıya ümumiyyətlə proqa deyəcəm. Ya deyirəm ki, şeydir, mən fikir verdim ki, bəziləri tamamilə lənətlənib, amma bəzilərinin yarısı lənətlidir. Əgər hamıya eyni cür təsir eləyirsə bu Kəndin sakini olmaq nətər onda keçir bir-birinə? Bəlkə qanla keçirsə onda qarışıqlar var arada. Nurlan abim, Kilyar bunu düşünür əslində. Kilyar fikirləşir əslində ki, bu şeytani varlıqlarla bağlanan pəklərdə belə bir şeylər olursa, yəni bunun iki dənə səbəbi ola bilər. Birinci səbəbi bu ola bilər ki, yəni bu şeytanın planlarından biridir sadəcə. Yəni də başa düşmədiyimiz bir şeydir. Yəni ya da ki, şeytanın gücü əvvəlki qədər güclü deyil, zəifləyib. Yəni bu da ola bilər. İkisindən biri ola bilər yəni. Yəni onda ikincidir bu ehtimal. Ya da ki bizi şey deyir, bizi qazlayır ki, Bunu indi deyirsiniz, bunu mənə deyirlər, bu opşaka. Hə, deyə məndən nə bölüşürsə, şolar sizlə bölüşürəm, rahat olun. Hə. Onda belə elədim. Onda elə çıxır ki, nə qədər çox adam varsa çox gücünü işlədir. Mən kənd sakinlərinin sayını çoxalda bilərəm uşaqlar. Mənə bir ay vaxt. Bunu gözləyirdim əslində. Məncə məsələ o deyil, amma yenə də. kömək eləyər. Məncə eləyər. Əsas da Sərxanə ilə. Okay, onda Abi bir ay deyəndə ki 9 ay vaxtı var. O normal insan rejimi ilə, həyatı ilə yəni. Nə qədər gözəl, onun dənsi aynı. Formalaşanda o şey lənətli nə vaxt düşürlər? 9 aya kənd yoxa çıxar deyimsən. Nə vaxt birləşir? Lənət. O qədərində Murat saz qapar bilsəydi, dayı deyərdim, mən zəif nöqtəsini deyərdim, qarğışını elə gedə öldürdü elə. tamam, onda mən Qustan ata deyir ki, şeydir. Mən belə əgər məntiqi olaraq fikirləşsək ki, şeytandır, nədir, demondur, zəifləyib, artıq əvvəlki qədər güclü deyil. Amma onda indi elə vaxtıdır ki, ona atak eləyir. Onsuz da atanı bu şeydir. Mən hazır. Zaten sən döyüşdən qaçan adam deyilsən də yəni. Mən həm də döyüşdən qaçan adam deyiləm. Mən dəmir döyən döyüşdən qaçanlara nifrət eləyir. Mən də dəmir döyən nifrət eləyənlərə nifrət eləyirəm. Division nə deyir abi? Division deyir ki, mən hazır qoşuluram sənə, gələk döyüşək. Mən də Division dalından belə şillə vuram deyirəm, sağ ol demiş. Saz qapar nə deyir bəs?
Mən atvetim var ya buna. Dönüb bunu qaldı. Yox. Bir də belə vururam ki, hə, dəmir döyəni də sənə də qataram bir-birinizə. Sazqapar yox dedi prosta. Sazqapar yox dedi. Yox, mən iblislə döyüşən deyiləm. Durdu ayağa. Dururam, çıxıram çölə qoşum. Sən çıxırsan söylə. Çilyar nə deyir? Mən Sazqaparın dalınca qışqırıram ki, sən gördüyüm hər iblisdən daha betərsən. Gedək döyüşək, sən niyə bilər o? Arkadan belə göstərirəm, çıxıram. Abi, Sazqapar çıxır bayrağa. Bu da kənd başçısa deyir ki, tamam, yəni ki, mənim sözlərim bitdi, yəni ki, təkrara girəcəm, başqa bir şey soruşsaz. Müəllim, indi də keçək işin negotiation hissəsinə, bazarlıq hissəsinə. Biz gedib həmin o... Mən onsuz bazarlıq şeyindən başım çıxmır. Siz bazarlıq eləyin, mən gedib Sazqaparı dediniz ki, qoca qurdun adamlarısınız, qurd qapısı. Biz Bəli. qurdlarıyıq, amma həm də yəni pul götürürük də, yəni o demək istəyirəm. Siz bizim kəndə kömək eləyin, bizim kənd qoca qurdun qulluğunda hazır, sizin ittifaqa qoşuluruq. İttifaq... Evet, amma pul o bəs. yaxşıdır. Biraz da amma bizə maddi yardım eləyə bilsəz, biz çox məmnun olarıq. Çünki adama qızıl. Yəni yaxşı. Sizin hərənizə ağırlığınız yox, o çox olar. Baxır Divişə deyir ki, yox. Diviş yoxdur, Diviş götdə Sazqaparı. Baxır Qustana deyir ki, onun ağırlığı qədər qızıl verəcək. Geçer. Yəni bu kənd kasıb kənd deyildi. Bu 10 qızı 10 ağırlıq, bunun ağırlığında qızlardan tapdı. Abi Qustan çox da ağır deyil də, yəni dəbilqəni falan çıxardan da, yəni balaca bir şeydir. adamlar özdə şey oldular. Çox nədir bu? Əlverişli torpaqları olub şey sayəsində, müqavilə sayəsində. Təsəvvür elə də. Hə. Abi. Nəysə. Deməli. Bir də ki, əlinizdə nə bilim scroll ya da nə bilim şeytanlara qarşı istifadə edə biləcəyiniz nəsə varsa kömək eləsəz ondan etiraz eləməliyik. Bizim əlimizdə yəni elə şeylər, sehr, mehir biz bilmirik. Biz yəni ki, sadəcə bolluq, bərəkət içərisində yaşamış, yəni götü-boş adamlarıq, yəni. Heç vaxt elə şeylərə ehtiyacımız olmuyor. Buna görə Götü-boş Sazqapar sevir elə şey. bizimki resursdur, yəni. Bizimki resursdur. Sazqaparın yanına getdim mən onu Mən Sərxana şey var məsələn sormuş verirəm bir Sərxana. hiylə işlətmək istəyirəm Sazqaparla bağlı. Onun üçün hansısa bir zərzad atmalıyam yoxsa yox? Yəni player versus player zər atmaq bilmirəm abi, yəni ki. Yəni şeydə məsələn gəlib onu Məncə- döyüşə qatılmağa razı salmaq üçün bir taktika. Yəni hər iki adam razıdırsa eləyə bilərik, yəni. Hər iki karakter. Onda mekanik işləmirək, onda sən mənə real karakteri razı salmalısan. Hadi karakteri razı salmaq Yox, taktikam var. deyirəm ki, yəni sən də razısansa, sahib də razıdırsa, zərin nəticəsində şey eləyə bilərik, davam edə Yox, o zərlə olmurdu, onu demək istəyirəm. Zərlə olmur, nə qədər dirəkdən də player versus player zər atmırlar. Ona görə. Ata bilərlər deyirəm. Gedək Sazqaparın dalınca da ümumiyyətlə. O player versus player Negotiate. negotiate eləsən ata, elə şey yoxdur, atmırsan negotiate eləsən. Abi dinən ki istəmirəm də, yəni mən yaşayırsan. Yox, role play eləsin də, mən karakter olaraq razı sala bilərəm. Hadi Yaxşı gel abi. onu istəyirəm də, əslində onu Tamam. eləmək istəyirəm. Prosta Tamam. onun zərrə atmağa ehtiyacım yoxdur ki. Abi Yox, 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 mənlə danış. yox. Yox, gedim. Sazqaparın yanında hamımızdan. Getdik. Mən Hamımız Sazqapara yox, bu gəlib. mən Mən Sərxanı axtarıram. Bir Hə. dəqiqə. Gəlməmişik. Niyə ki? Siz Kəndin başçısı danışıqlardasınız da siz. İştirak tamam. Sazqapara deyirəm ki, Sazqapar, bu sən çıxdın, sən bilmədin də, eşitmədin. Bu kənddə sən demə çox arvadlılığa icazə var imiş. Belə bir şey var ki, yəni əgər biz o nədir o iblisi öldürsək, öldürə bilsək, bizim hər birimizə minimum 4 dənə arvad verəcəklər. Nə deyirsən bu işə? Gedək döyüşək yoxsa yox? Ərəb şeyxim moduna Bilsən necədir? Özə qızlar da qəşəngləşəcək ha. Yəni belə ona nəzərə al, lənətdən sonra, lənəti şey eləyəni öldürəndən sonra. Belə deyim. Mənim dədəm həmişə yox, dədəm yox. Türkiyəyə getməzət deyib. Yox, dədəm özü Nə? gedib işə girib. Anam tərəfdən babam həmişə deyərdi ki,
arvad baş ağrısıdır. Ona görə çoxuna getmək olmaz. Qadın Olsa burada rəsmi nikaha ehtiyac Gözəl. yoxdur. Yox, sən nə vaxt bu kəndə məsələn fərqi qayıt- yoxdur. Mən Hə, mən başqa şeyə maraqlıyam, çox olanda ona Abi maraqlıyam. Astaran Peysər kəndi deyil ya burada. Abi taktika verirəm də, bu taktika işlədirəm, imkan verirəm. Hə. Yoxsa ki sən Sazqaparın ağlında başqa bir şey var. Sazqapar bu dəqiqə başqa şey görə narahatdır. Sazqaparın narahat olduğu məsələ nədir məsələ? Bütün Astarlılardan üzr istəyirik bu arada, yəni bu zarafata görə, çünki mən bilmirəm elə bir kənd var, yoxdur, eşitmişdik var deyə. Urjinal kanal bağlandı. Deməli mənim ağlımda bilsən nə var? Mən ölmək istəmirəm. Bax, mən bütün həyatımı qaça-qaça keçirmişəm. Belə şeylərdən qaçmışam. İstəmirəm. Sadəcə istəmirəm. Vay, o dünyada hurilər veriləcək. Bu dünyada yaşada hurilərlə nə istəyirsən? Mən onsuz da bu dünyada yaşayıram da hurilərlə. Nəsə, mən Sərxanəni tapmalıyam. Dururam, ayağa girim Sərxanəni axtarmağa. Okay, onda biz gələ bilərik indi. Gələ bilərsiniz də Sərxanə axtarırsınız. Şeydir. Tapmışam, tapıram Sərxanəni. Sağlaşmazdan qabaq bir də şey istəyəcəm mən. Kəndin başçısından ki, bizə heç olmasa Sən 2 dənə də mercenary versin, özümüzlə aparaq. Bu da deyir ki, yəni oturun gəmiyə gəlin bizlə. Biz onsuz da gedəcəyik, yəni hamımız. Hə, əla. Əla. Mən tapıram Sərxanəni yoxsa yox? Hə? Sərxanəni tapıram yoxsa yox? Sərxanəni hə tapırsan abi. Sərxanəni tapırsan, Sərxanə gedib atasının. Yəni zaten kənddəkilərə deyirsən ki, nadir kişinin evi göstərirlər sənə, yəni. Gedirsən Sərxanənin. çox da nadir deyil ha. Hə, çox da nadir bir kişi deyilmiş, yəni hər yerdə ay bilə. Gedirsən ki, hanı bu Sərxanə? Dəqiqə deyən. Hanı bu kişi? Mən bu kişini generate elədim, axı, hara getdim? Mən də gedirəm, görüşdən çıxıram, başlayıram Sazqapar axtarmaq. Hə, buradadır. Şey, tapdım. Hə. Abi belə evin içində belə bir kişidir, lənətlənib, nadir kişi. Gəlir belə. Görürsünüz ki, amma sifətinin yarısı lənətlənib bunda, yarısı lənətli deyil belə, onlardandır. Deyir ki, salam, siz mənim deyəsən qızımı xilas eləyənlərsiniz. Çox sağ olun. Təşəkkür edirəm sizə. Sağ ol. Biz də səndən Saqqal. Yo, mən özüm tapmışam. Bu sizi hamıdan qaçmışam da bu yüzdən bu dəqiqə. Hə, Bu tam dəqiqə təkcə sənsən, hə. Single mindedly Zaten siz şeydir, siz deyir zaten Sazqapara. Saz qafar deyib Sağ ol. personaj. Niyə belə Hə. düşdü? Quruza keçib. Bir də quruz Evet. arxından. Aha. Quruzlar. Sərxanə hanı? Görmək olar. Sərxanə gəldi mənlə. Gəldi, qucaqlaşdı, sağollaşdı. Dedim, qızım getmə dedim. Dedi, yox. Kənddəki hamı ölümə gedərkən mən burada otura bilmərəm dedi. Gedib döyüşəcəm dedi o qarğışından dedi və gəmiyə doğru getdi. Vay belə. Qoca kişiyəm mən, heç nə eləyə bilmədim. Onu qoru. O mənim tək Narahatım. qızımdır. O birisi Qoruyam. qızıma nə olub bilmirəm, ölüb. Hansı oğraş öldürüb bilmirəm. Doğruda doğru adamım məncə. Evet. Otağa bir baxıram. Qeyri-adi nəsə bir şey var orada. Even item olaraq bir şey var, nəsə bir şey var. Ay. Yox abi, heç nə yoxdur belə. Kasıb, yetimsiz ki otaq. Oğramaq fikirləşmirəm. Hə. Necə bir şey Maybe- axtarırsan, bir dinən mənə. Bir baxırsan otağa, hə. Belə qeyri-adi belə deyim, şeyə zada qoyulmuş, belə asılmış, belə xüsusi olaraq şeydə durmuş bir şey, pedestalda nəsə bir şey varmı? Çünki ya bu Sazqapar bir dəqiqə fikirləşir də, yəni çünki o zəif nöqtələri zad danışırdıq, ona ağlı gedir. Ha, okey. Çünki bu Sazqapar fikirləşməyə çalışdı ki, Sərxanə nəyə özəl qılır ki, bunu bu qara cübbəlilər götürüb də bayaq da onu soruşmuşdu. 50 dəfə Ha, okey, soruşdu. okey, müəllim. Görürsən ki, müəllim, divarda bir dənə balaca bir loot asılıdır, amma çox balaca. Loot. Hə, balaca bir loot. Gözüm sıraz olsa daşı deyirəm, o ağsaqqal.
O loot hardandır sizin ailədə? Sizdə bard var? Belə sevincəyə soruşuram. O Wood, o sərxanə uşaq vaxtı dıngıldadırdı. Həmişə istəyirdi böyüyəndə aşıq olsun, amma bilirsən də, həyat heç vaxt istədiyimiz kimi getmir. Arxada belimdən lootumu çıxardıram, belə baxıram, belə baxıram belə. Dın 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 şey edirəm belə. İcazə verərsiniz o lootu götürüm özümdən. Götür. O lootu Götürsən. götürdüm. Hə, Onu inventory əlavə edeyim, eləməyim, çünki bunu sərxanaya verməyi fikirləşirəm. olar. Elə. Balaca loot yaz ya da ki, getsən mən sənə verim də loot buradan bir dənə. Itemlardan. Yox, loot yoxdur abi item olaraq. Nəysə, yaz onu da sən description kimi. Bir dənə item əlavə elə loot adında. Abi, siz bunlar yaşanarkən nə edirsiniz? Mən şey axtarım, saz qapar axtarım, danışmaq üçün saz qaparım. Hə. Soruş da müəllim belə qoca falan. Sən də yəqin soruşursan belə insanlardan ki, buradan bir balaca sazı olan belə kim Bu arada falan. sazqapara belə şey gəlir ki, belə qeyrət gəlir ki, şeydir də, getməliyəm sərxananın arxasıca. Hə. Mən də şey Tamam. soruşuram ki, burada bir dənə balaca şey olan, Balaca şey yox. balaca sazı olan Bu qardaş. arada Qərban səndə bir də şey eləməyi gözləyirəm deyə 2 dənə hal-hazırda sazım var. Mənim 2 sazım var. Gözdə indi. Beyni çatırmazsa mənim karakterimin. Kimsə səhv alacaq bu nəfərdən. Beynimi çatırmazsa. Ay bu nə? Hə, nəysə. Neyindirsən abi? Deyirsən ki, kimsə görmüsünüz, bu da deyir ki, balaca sazı olan getdi, Nadir kişinin evinə girdi falan, göstərirlər Nadir kişinin evini. Am gedirəm tam. Hə. Görürsən Nadir kişini orada da. Gedirəm. Söz istəyirəm. Çıxmışam, yoxsa çıxanda görürüm məni. Gəl çıxanda görsün də elə. Tamam, çıxanda hə, tamam. Görürəm bunu. Qustav, Baxıram ki, Nurlan hara getdi? Ulan qalıb negotiationsda nədir orada? Oy də. mən görürəm saz qapara deyirəm ki, şeydir. 2 saz gəzdirirsən ki. Mən bilirdim ki, sən o adı nədir? Baxın. Şöyle kəs səsimi. Aşıq Əkrəman. Denən, özün dinən. Adı kimi özün oxşatsın, özün dinən. Yapışıram ağzına. Soğuk çiftə. Bu arada, niyə döyüşməyə getmirik ki? Heç də olmamış kimi gedirik döyüşməyə. Nə baş verir dedim, fikirləşirsiniz nə baş verir. Yox, kimi dəyişdin ki? Mən heç vaxt fikrimi dəyişməmişdim ki, mən eləmişim ki, döyüşəcəkdim də. Siz mən sən başa düşdünüz. Nə zor, heç bir şey. Andı qayda. Gedirsiniz abim deməli. Görürsüz ki, gəminin yanında da belə bir adam var. Bu da şeylə bu yarısı lənətlənmiş, yarısı lənətlənməmişlərdən biridir. Gəlirsiniz belə. Gəminin qabağındasınız da yəqin kimi düşünürəm yəni. Hə. Salam. Salam. Bura Gəmiyə qarğışınla döyüşəcəyik də biz də gələk də. qarğışınla döyüşəcəksiniz. Kimin danışın? Bəli. Sən də gəlsən? Mən nəsə? Sənin kimi güclərə ehtiyacımız var bizim. Mən hamıdan qabaqda gəlmişəm. Yəni qarğışın da lənətdir. Heç nə tanımıram. Mənim adım Qombaldır. Mənim 36 yaşım var mənim. Sərxanə? Nadir kişinin qızı? Hə. Girib. İçəridədir. Mən getdim o tərəfə. Dedim ona. Arxaya dönüb baxıram. 96-ya görə pis qalmamısan. Getdim. 36 dedim, ay uğraş. Abi, içəridə görürsən ki, Sərxanə orada bir dənə kişi ilə... Bunlar söhbət eləsində mənə razı fırlat. Yaxşı, tamam, siz söhbət eləyin bu ilə. Abi, neçə yaşın var idi? 36. Yaşın elə. Ya pis deyil.
Deyil. Həyat məni bu günə qoydu deyir. Bir dəqiqə. İndi biz neçə nəfər döyüşçümüz var bizim orada döyüşməyə? Mənim kimi bir 4 nəfər var. Məndən daha pis vəziyyətdə bir 3-4 nəfər var. Bir də ki, əlinə silah almamış belə yeni yetim uşaqlar var. Ən Onlar da güclüləri sənsən. ən gücləri mənəm. Mən sıçdım onda. Hələ bizim 4 nəfərimiz var. Görmürsən qollarımı deyir belə. Olsun da, olsun. Belə. Hə. Qoldan məndə də var. Özdə 2 dənədir. Məndə neçə dənə daha yox uğraş. Yox, səndə biri çürüyüb də ona görə deyirəm. Hə. Lənətdir. Lənəti qaldırmağa gedirik. Gərək müəllim, gərək. Gedirik. Ya bu gün, gaming elədim ala. ya bu gün, ya da nə bilmirəm heç vaxt ay, yəqin də. Ay, gəlin deyir, gəlin gəmiyə. Abi gedirsiniz gəmiyə, görürsüz ki, hamı belə lənətdir. Bəzi lənətsiz adamlar da var, amma ki, belə pulla gətirilmiş adamlar da onlara baxan ki, başa düşürsünüz ki, hədə yəni ki, ya pulla gətirilib, ya da ki, nəsə başqa bir cür gətirilib. Orada bir dənə sərxanəni görürsünüz, sərxanə bir dənə belə combul bir kişi ilə belə dava eləyir, dalaşır. Əl-qol davası eləyir, yoxsa söz davası? Yox da sərxanə elə bil ki, belə yumruqla vurur, yəni ki, bunun vecin olmur, amma belə baxır ki, falan kimi yəni. Məşq elətdirir bu yəni. Sürətlə Yoxsa gəlirəm. bir şey var, eləyim. döyüşə Strength gedəcəksiniz, check niyə eləyim özünüzü bu. yorursunuz da? Hə? Yəni. Yumruğa strength check eləyim. Yumruğa strength çəkirsən, sərxanənin yumruğuna. Yox ya, o böyük gomlu kişiyə qoyacağam dedim də, sərxanəyə dalaşmıyorum. Mən də qıraqdan gəlirəm. Sərxanə ilə dalaşmır abi. Sərxanə buna nəsə yumruqluyur. Bu da ki, belə qalıb da, yəni sərxanəyə reaksiya vermir. Divar kimi prosta. Məşq elətdirir də onu. Hə, okey, mən də gəlirəm sərxanə. Nə sən nə edirsən burada? Təkrar səni xilas eləməyə gəlmişəm. Bu sizin döyüşünüz deyil. Buna qarışmayın. Məncə artıq da həm də bizim döyüşümüzdür. Lutu çıxardıram belimdən, lutu tullaya bilərəm deyə siz bilən. Şeydir. Tulla. Şeydən O cəmaət o saz- orada döyüşçülərdən biri qışqırır ki, "Aşıq Əkrəm!" Aşıq Əkraman gəldi, xilas olduq deyir. Baxıram. Sən yerdən bir dənə şey o paspası götürürəm o şeydə. Şvabran götürürəm. Tulluram qarşı tərəfdən. O uğraşın adını bir də mənə deməyin. Ay göz. Şey deyir, qiyamatın dağları oxu. Neyse olar necə olur. Gözlər Lutu göstərəm deyirəm ki, məncə artıq həm də mənim savaşımdır. Lutu özünə verəm, özüm Yəni söz soruşum. Lut nədir? Lut abi Peyğəmbər saz. də saz kimi şey var, medieval. Bu saz deyir. Mənim uşaqlıq atam verdi sənə bunu. Hə. Mən istədim. Sən istədin. Bu saz mənim üçün çox önəmlidir deyir. Bilirəm. Onu yadıma salmaq istədim sadəcə. İndi bizim də döyüşümüzdür. Axı bəs sizə nəsə olsa, Well, onda Mən gedirəm ara edirəm. Qorxmayın, mən mahnını buradayam. yazanda mən də qayıt verirəm. Onda mahnını yazanda elə yaxşı mahnı olsun. Getdim. oba, brat, yəni ki müəllim, məncə bir şeyə bir lak token ver. Kimə verim bu ona? arpiyə görə. Saz qaparada kimə verə bilərsən sən? Yaxşı verdim Black Token. Yaşay abi. Belə heç nə də belə gecə belə hələ ki bir səhərə yaxın bir şey var, biraz var elə. Gəminin Ev içindəsiz. Oturmusunuz gəminin içində. Mən yatmışam qıraqda. Sən yatmısan qıraqda. Qustan ata nə edir? Mən dəmir döyənlə çalışıram. Ulaşım dəmir döyənə ki, bəlkə nəsə informasiya ala bilirim. Sən yenə soyunmusan orada, yenə başlamısan çəkilməyə. Mən yağlı Abi, dəmirləri sinəmə belə şey edirəm. abi Qustan ata şey eləyir də, yəni ki o hiss eləyir ki, Ulu Dəmirdöyən bu ilə Qustan ata ilə fəxr eləyir döyüşdən qaçmadığı üçün. Mən də Dostlarını yarıda qoymadı, döyüşdən qaçmadı yəni. O fəxr eləyir yəni. Və istəmirəm necə hiss edir o da. Neysə. mən də həyəcanlanıram bu arada. Amma nəsə kömək eləyir, nəsə kömək var eləyirsə. Kömək, yəni nə kömək istəyirsən abi, döyüşdə eləyəcək də kömək. Hayır. Abi Divish nə edir Divish? Divish yatıb dedin də. Yatıb da yatıb. Kilyar nə edir?
Bilge Rejne yəqin falan ulduzlara falan baxar, nə bilim. Belə keçmişini Qəşəng. yada salmağa çalışar. Nə? Qəşəng. Demiş yuxuda Astaranı görür belə. Görür ki, Astara yanır belə. Hə. Boşum gecə olur belə dikəlir belə yuxuda. Sonra görür ki, yuxuymuş. Astara. Və görür ki, ham yenə burdadır belə. Bu kişinin adı nə idi bu zadın? Kimin? Hə? Hansı kişinin? 36 yaşı olan nə idi? Qombal. Dombal? Qombal qıyla. Qombal. Hə, qombalı görür belə deyir sənə bu hələ də burdayam, yəni belə. Başım Astaranın dərdi alıb aparıb, istəyir ki, başı durun ayağa da tez gedək döyüşə də çatmamışıq hələ zaten. Gəlib deyir ki, şeyə. Gəlir Qombal. Hə. Dibij Astaranın yanında qılıncını qoyur yerə. Deyir ki, bu qılıncı görürsən deyir. Bu qılınc mənə atamdan qalıb. Hə. Mən deyir, bu kəndin fermeriyəm. Mən əlimə oraqdan başqa silah almamışdım deyir bu günə qədər. Amma bu gün mən bu qılıncı almışam deyir. Bilirsən nə? Soxum sən zarafatıma deyir. İmkan ver, inspirational söhbət edirəm burada. Mən bu qılıncı deyir bu gün əlimə almışam amma. Bilirsən niyə? Niyə? Çünki bəzən sevdiklərimi qorumaq üçün vəhşiləşməyə lazımdır. İçindəki vəhşini ortaya çıxartmaq lazımdır. Mən bu gün bunu edirəm deyir. Oy vəhşi. Bu söz batır mənim qulağımın qulağımda sırğı olur, batır belə beynimin bir köşəsində qalır. Aha. Amma yenə də belə biraz şübhəliyəm. Qəşəng. Sağ ol qardaş. Gedirsiniz deməli, artıq gəlib yola çıxır. Hə, Sazqapar nə edirdi oradan? Sazqapar dekdə oturub bu sazı ilə mıcılaşır, amma eyni vaxtda şey fikirləşir. Bütün o pişə həyatında nə tür olub ki, bütün zirzibillərdən çıxıb sağ qaldı da və onu əlaqələndirir həmin o Lost Date ilə. Hələ də o 2010 haqqında çox əməlli başlı fikirləşir bu dəqiqə. Yanda da bir dənə qaqaş oturub belə yeni etmə. Deyir ki, aşıq bir də Qiyamatın dağları. Yeni etmə dekin bu dəqiqə şapalaq vururam dənizə tərəfdə. Abi döyüşə gedirik də bir də nə bilim Nastrelimiz yerinə gəlsin dedim də. Ya heç olmursa çalma, cəhənnəmə çal deyir, çıxır gedir. Amma belə mən də arxadan qışqıram. Aşıq qəhrəman dünyanın uğraş aşığıdır. Elə yadda. Hamı elə denən. Oğlum aşıq əşrəm bana. Bu da kim xalq artistliyi verib deyir. Mən də dil altı odaq altı verirəm. Xalq buradadır, heç nə eləmir bu. Nəysə. Bir döyüşdə kömək edəriz. Deyir, çıxır gedir belə. Heç də belə yavaş-yavaş artıq səhər işıqları ilə çatırsınız adaya. Adada da bilsən necə adadır yəni. Mənim karakterim bu Lost Allah haqqında heç də öyrənməyəcək ola. Bir şey öyrət də bu da. Deyəndə elə oralara gəlməmişik. Hə, düzdür, yaxşı çox var. Hə, orayla çox var. Hə. Gəlirsən. Hə can? Bunun karakterini nə barədə öyrənməyəcək mi? Abi Lost tanrı da yəni. Bir dənə də tanrı var əlavə. 3 dənə tanrı var abi. Ulu ət verən, ulu dəmir döyən, bir də ulu bir şey. Bir şeylər yəni. Hə. Yəni Ateos 5. Abi Ateos hə can? Aid deyil o. Qardaşım bu 3 ulu tanrıdır. Yəni hamıdan qabaq bunlar var idi. Məncə Ateos hamısından qabaq var idi. Yəni hər gələn zaten özündən əvvəlkiləri tanır da bilsən. Nəysə müəllim, çatırsınız adaya. Bir dənə qoy mahnını da dəyişək. Mahnını da dəyişək. Mən mahnını niyə söndürmürəm bir yaxdandan? Başım getdi orada. Aha. Aha. Yox, ya da ki bu yox. Bu yox. Görün başqa nə var qəşəng. Bu da qəşəngdir əslində. Bu da elə şey mahnısı, bu yaxşıdır əslində. Hə. Deməli,
Müəllim, çatırsınız adaya. Ada görürsünüz ki, belə köhnə, belə bu evlərlə dolu. Amma 2-3 dənə ev var da, yəni ki, bir də köhnə evlər, balaca bir adadır. Adaya yaxınlaşarkən gəmi sarsılır. Gəmi sarsılmağa başlayır. Gəmi sarsılmağa başlayır və bir dənə mənə strength check atın hamınız. Dördümüz də strength check atın, görək nə olacaq. Gustav batır Ramoyda yəni. Mən advantage-ni artıram da strength-i. Aha. Evet. Kimidi 4 Oy belə, Gustav ata həqiqətən batacaq deyəsən. Belə, come on da bratan. Ya mən qalıram. Mən hansını attım? Strength Ulan, check. tutmadım hansı məndə də. Kim nə Qıraqda çarpdı? yazır. Qıraqda yazır. Məl atmam. Bir dəqiqə. Yəni mən görmədim. Nə 5, yaptığımı görmədim. 23, 7. Sən də at. Abi heç şey. Alt yeni attım başda. Normal attım. Hə, normal at, normal at. Mən attığımı görən oldu. Mən heç özüm attığımı görmədim. 23 atmışsan. Mən Hə, bomba kimi 23 aladım. 11 atmışam. 8 atmışam. 8'dir. 8 atmısan abim. Yəni gəmi sarsılır müəllim. Bir dənə belə elə bil ki, gəminin qabağından pang, bir dənə bir şey olur, yəni nəsə bir şey. Gəmi belə arxaya doğru gedir. Elə hamınız belə yerimizdən atlanırsınız. Yəni Divijə heç nə olmur, amma Divij görür ki, yəni belə şeydir də, belə uçur. Bax, Qustan ata, Divij bir də Kilyar. Aha. Üçü də belə gəmidən uçurlar abim. Üçündən birini seç. Üçündən birini seçindi. Birini 23 atmısan deyə üçündən birini xilas edə bilərsən indi. Üçü də uçur ha belə. Yaxınımda kim var? Maksimum Fərq- mən yaxınımdakını şey deyə bilərəm də, yəni. Gəl baxaq da. Yaxında da kimi də özünü seç. Gəl baxaq da bir dəqiqə deyən. 5, 7, 8. Sazqapar da yaxındadır. Saz qaparsa işte saz qaparı tutub xilas eləyirəm də. Hə. Ha qız, ben öyle Sazqaparda Featherfall var idi. Heç olmasa onu atardı da. Yəni hara düşürəm ki? Ben Adaya O da düşürsün. o anda riski ilk yanımda kim varsa onu tutub xilas özü də eləyirəm. Featherfall Yəni, yoxdur. Featherfall yoxdur. Featherfall'u Kilyara verdi, öyrədə bilmədi, batırdı. Yani Tamam. Bomba kimi də xilas elədim. də. Okey. Sazqapar deməli. Gedir Divij elə bir ki adanın daşlıqlarına doğru uçan yerdə Divij atlanır və sazqaparı tutur göydə və düşür yerə belə. Kürək tutub qucaqlayıb saz Aha. qaparı. Böyle ayağının tut sıfır dekada. İndi mən istəyirəm ki, Kilyarla Qustan bir dənə şey atsınlar. Prosta nə at, onlar atmasın, özüm atacağam bunu yəni. ki. dexterity zad versin nəsə. Yox. Baxır nə elətdirmək istəyirsən, ya dex atmalıdırlar, Constitution heç vaxt atmırlar da deyəsən. Ya. Bunu mən atım. Bunu GM kimi mən atmalıyam. canımızdan çıx. Bəlkə luck, məndə luck var amma. Bilmirəm, bəlkə çox istifadə edə bilərəm. O elə bir şey deyil müəllim. Belə. Bunu mən atmalıyam. Oba, qəşəng. Müəllim, ikimizi də daşlığı skip eləyib ləpə döyənə düşürsüz müəllim. 1D4 atın, 1D4. 1D4. Aha. Adiz. Adi də yəni. Bir can sən bir can əysildirsən. Sən gör. Kilyar. Dəqiqə. Üç bucağı at. 3 can da sən Qustan ataya əysildir, heç nə abi. Belə və Lan 3 çıxam HP-mdən. aha. Amma mən Murat, Hə də qardaş, elədir, neyniyək? Abi, Kilyarla da Qustan da gəliblər belə ləpə döyənə belə düşdülər. Belə ikisi də belə şey oldular da belə diyirləndilər falan orada suyun içində. Prosta Qustan ata daha çox belə diyirləndi, biraz belə dəyəndə də belə tam belə şap üzünə dəydi, su falan kimi belə bir şey oldu. Elə düşdü. Amma Divijlə Sazqapar rahat çıxdılar. Amma ki belə görürsüz ki, gəmi parçalandı və heç kəs qalmadı. gəmidən qombal çıxdı bir dənə. Bir dənə bomba olsa. Qombal çıxdı və Sərxan öldü. Hə? Sərxanə? Abi yox, Sərxanə ölmədi abi. Sərxanə də şeyə düşdü. Ləpə döyənə düşdü.
Tərxananı da gətirmişik döyüşə. Tərxananı niyə gətirmişik? Abi döyüşə? bir sən Özü necə gəlib olur? də, Gördünüz ki özü belə gəlib. abi belə bir sən necə olur? Doğru Sən gəlmişdi. bax Mən diviş Tərxanaya belə görə düşür. gəldim. Diviş Gəldim. belə düşdü. Belə şey Aha. daşlıqların üstünə. O birilər amma belə şey olurlar belə. Belə gəlib hamısı birinin başı deyil, biri nə bilim şey olur. Hamısı belə daşlıqların üzərinə düşüb belə ölürlər. Mən iki ayağı üstə düşür də belə içinə. Hə. Saz qapar da qucağında belə. Ben bu qucağında o Deadpool'da şey sənəcək koloss. Ay, kalosla. Yəni ya da ki bir sən nə deyəcəm müəllim? Ya Mən da də ki başa düşməyə çalışıram nə baş verdi bu dəqiqədə. ya da ki şey deyirəm müəllim. Belə o kişi Gombul kişi düşür, Sərxana da onun üstündə düşür, sağ qalır elə görə daşlıq. Gombul kişi yoxsa Gombul? Yox, Gombul Gombul. kişi, Gombal budur. Gombal budur, Gombul başqa. Hə, Gombul kişi var, o sağ qalır. Gombul onu məşq elətdirən var idi o. Hə. Gombul da Düşürməli. ölür yoxsa sakit? O öldü də müəllim. O düşdü belə başı dəydi daşlığa. Başı Yox, dəydi Sərxana daşlığa. daşdığa soxdu. Soxun belə qardaşdı. Hə. Hə. Mən saz qapağı buraxıram yerə. Aha. Tüyürəm Sərxanaya. Sərxana! Hə. Sərxanə baxır deyir ki, nə oldu? Yaxşıyam mən, yaxşıyam. Təz ətrafı zadı belə yoxlayıram görüm nə var, nə yox, hardayım. Abi ətrafda belə evlər var falan və birdən birə nə var? ətrafda belə evlər var, köhnə evlər və Aha. görürsən ki, müəllim, yəni o daşlığın ətrafında belə bir qaranlıq bir aura falan var belə. Yuxarıdan görsənir. Yuxarıdan belə səslər gəlir, müəllim, səslər. Baxırsan ki, nəsə bir başa düşmədiyin dildə nəsə bir şey danışır. Bir dənə Aha. Qustanla Kilyar başa düşür nələr danışır o. Kilyar bunlar bizdən aralıda yerlər də, yaxındadılar onda. Ha bu arada Peyman da düşdü şeyə, ləpə döyənə. Peyman bizlə idi ala. Peyman sizlə idi. Bizdən. Peyman da sizlə idi. Peyman da düşdü ləpə döyənə. Şey. Bax Qustanla Kilyar bunlar bizdən aralı düşüblər, yoxsa yanımızdadılar bu yaxın belə düşən kimi bir-birimizə qovuşmuşuq, nə eləmişik? Abi Mən də elə bildim indi şeydir. ayrı tərəflərdən nəsə. Regroup eləmişik yəni. Abi bilirsən, hə də yəni ki elə bil siz ləpə döyəndəsiz, bu biraz yuxarıda daşlıqdadır yəni. Hə, Çıxa regroup bilərsiniz elədik. yandan. yəni, sonra Regroup eləyirsiniz yəni. Hə, bir yerdəsiz artıq. Okay. Hə. Peyman da sinə ləpə döyənə düşüb gəlir ki, birdən səslər falan gəlir, danışıqlar falan eşidirsiniz də. Bunu sadəcə Qustanla Kilyar başa düşür də, demonik bilirlər deyə. Bu nə səslərdir belə? Yaxşı. Gələ belədir də, burs bıraxdım, bahlap lüp bəhs püskmart. Belə şeylər gəlir belə. Sözlər. Teraz düşəcək. Belə sözlər falan gəlir. Kimsə Bundan nəsə Bu da başa başa düşür, düşür ki, bizə izah edirsən. oradan amma siz başa düşürsüz nələr deyir. Bu qısaca yəni deyir ki, bunlar da növbəti cəsarət eləyənlərdir ki, gəliblər mənim üstümə falan. Siz kimsiz ki, qarğışına qarşı gəlməyə çalışırsınız, belə şeylər deyir yəni. Mən baltamı çıxarıram sırası, baltalarımı daha doğrusu. Nə deyirsən abi qarğışına? Bu heç başa düşmür bax. Deyirəm ki, kişi sən çıx qabağıma, üz-üzə görüşək, dalaşaq. Bunu deyirsən qarğışında Ağlıma ilk gələn şey budur da. Məhdi güzel. yuxarıdan səs gəlir. Şəmslər döpülər kimi sıxın axırlar. Bismillahirrahmanirrahim. Şey deyirmişlər, qarğışın təkdir və tək onu məğlub edə biləcək divijdir falan deyirmişlər. Hə. Və Qarşını tək məğlub eləyə bilən divij olacaq. Elə və deyir. abi Allah'a məzələnir. Kimin lock tokeni Sən yoxdur? ötdü və o nə etiraf delənçinə zaten. Bir şey rally sağ qayıtdı. Kimin lock tokeni yoxdur? Kimin lock tokeni yoxdur? heç kimin lock tokeni yoxdur abi belə baxanda yəni. Mənim var, Aymirin var. Şeyin Kilyarın yoxdur lock tokeni. Şeyin də yoxdur. Laktoker nə olduğunu desəz mən deyə bilərəm mən. Demiş deyə müəllim əslində. Görürəm. Səndə yoxdur. Qustanda var. Yes, Kilyarda o yoxdur. Mustafa fikirləşirəm kimə lock token verim. Məndə yoxsa mənə verə bilərsən. Abilitylərə baxıram görüm hansında failure rate daha yuxarı ola bilər. Mən əgər Kilyara vermək daha məntiqli lock tokeni. Magical'da onu fail eləyə bilər. Tərsinə məncə kişilər daha şey deyil, yəni uzaq. Demonla görüşdü yoxsa? Döyüşdə düzdür, deyin görüm Great Axe. Vərən film baltası var yazıb səndə. Abi məncə özündə saxlayırsan ki. Məndə var balta. Lock tokeni məncə özündə saxla. Risk.
Saz qapar. Lock token yüzümü saxlayım. Lock tokeni vermirəm heç kimə, öz lock tokenimi inspire eləyəcəm birini. Okey. Onu prosta ancaq battle-da eləyirsən, yoxsa belə də eləyə bilərəm. Inspire. Eləyə bilərsən yəni ki, belə də. Battle olmasa da eləyə bilirsən. Yani başka şeylere istifade edebilirler. Bir saniyə mənə verin, mən bu bir dənə bu adamı şey eləmək istəyirəm. Məndə şeydə ancaq, Division-da ancaq physical ataklardır. Prosta kişilərdə də spelllər var. Prosta məncə spell daha prone daxil failure-a, düzdür? Lock orada da məntiqlidir, reroll eləyə bilərsən. Hə? Necə bir şey Ya işte? Ola bilər. Yəni özünüz qərar verin qaqaş. Avantajım var. Hı -hı. 2 tane spellimde avantaj var. Bir tane Burning kendisi de yoktu. Ən çox damage verən hansıdır? Burning Hands. Mən bir dəqiqə Burning Bir Tanks 1d6 ilə max damage verir. Great Axe nə ilə verir? 1d8-dən. Dəqiqə. Bu döyüş qəhrəmanlarımızın girdiyi bəlkə də ən çətin döyüşlərdən biri idi. Çünki qarşılarında şeytani varlıq qarğışın var idi və qarğışın onlara hər tur qarğış eləyərək onları pis vəziyyətlərə qoydu. Amma onlar əllərindəki baltalarından, kitablarındakı sehirdən, inandıqları dindən şübhə etməyərək qarğışını hər vuruşda zəiflədib, hərəsi bir tərəfdən vurub, qarğışına öz qarğışlarını daddırıb, onu çox pis vəziyyətə gətirdilər. Qarğışın artıq nə hərəkət edə bilirdi, nəsə bir şey deyə bilirdi, nə də ki, qarğış edə bilirdi. Diviş baltası ilə qarğışını parça-parça edərkən, Ruslan ata etdiyi dualarla digərlərini qoruyurdu. Kilyar isə əllərindəki atəşlə qarğışını yandırıb kül eləyirdi. Qarğışın onlara bildiyi hər qarğışı eləməklə qalmayıb, üstəlik çox pis zərbələr də endirdi. Amma bu qəhrəmanlarımızı heç cür yolundan döndərmədi. Qarğışına hərəsi bir tərəfdən vuraraq son nəfəsini verənə qədər qarğışını əzab içində yaralayıb və sonda Kilyarın vurduğu atəş hücumu ilə yalın qarğışını yandırıb kül elədilər. Dayan, qaçsam Sərxanənin qucağına. Beyler açığı ben bunu öldürdüğümüze göre kederliyim. Ben isterdim bunu F-heyvanı kimi saxlayaq. Tamam. Görürsən ki, müəllim, Sərxanənin üzərindəki lənət qalxıb və Sərxanə hardasan? Abi Division şey eləyim, Kürbonz eləyim. Sağaldım biraz yox. Sağal. Ehtiyac yox. Yoxsa yatırmayacaq bundan sonra, məncə maxlanacaqdır can. Görürsən ki, Sərxanə əslində hara belə getdi Sərxan? deyən Allah. Sərxan mı? Sərxan Sərxan imiş. Sərxan belə- əslində Sərxan. Belə bir qız imiş yəni. Normalda. şey. Onu eləyirsən gedib prosta qıza. Prosta heç bir sözə Yəni- ehtiyac yox. Gəlib şey, Diviş qəhrəmanım mənim falan, o da yaşayıb sən öpməyir. Çox pis ala. Mən öpür. Hoş mən sraz getdim. Saz qaparı öpürsən. Çaşdım ala. Çaşdım, saz qaparı öpür. Amma nə Divişə? zor olar ha. Amma zor Olur. olar. Sən deməz bütün şey boyu bunun gözü divisionəymiş də. Səs qapaz boş xəyallar qurur. Karakterim boldu, kaotika düşər deyə çıxmaz yəni. Neyse abi, saz qaparı öpür. Çaşdım. Saz qaparı öpür, hə. Yok Division ben öperim. Biz özümüzdəyik. Biz öz işimizdəyik o da. Mən Görürsünüz zər ki, ata bilərəm. Qombalın ölüsünün üzərindən də lənət qalxıb amma. Kimin üstündən? Qombalın ölüsünün üzərindən də lənət qalxıb. Ha, Qombalın da yaraşıqlı versiyası var. Yox, elə onun yaraşıqlı versiyasını düşün elə. Hə. Belə müəllim. Burada yəni ki, mən buraları uzatmaq istəyirəm. Bir dənə qayıq tapırsınız belə, balaca bir qayıq. Yəqin qayıdırsınız da. Hı hı. Tamam. Prosta yəni ki, bir dənə balaca qayıq tapıb qayıdırsınız, görürsünüz ki, kənddə artıq yəni həyat özünə qayıdıb. Yəni lənət qalxıb hamının üzərindən. Dəqiqə.
Kənddə lənət falan qalxıb hamı qayıdıb üzərinə. Sizi görür hamı belə şey deyir, belə əl çalır falan belə. Kəndimizi xilas elədiniz qarğışından. Amma ki nə olsun bolluq bərəkət də getdi amma nəysə cəhənnəmə falan. Ən azından yəni sağaldıq falan sizi şey deyirlər belə. Və kişi də gəlir. Nədim dayı da gəlir, deyir ki, mən bir dənə gücümü istifadə eləmədim ya. Ayda. Hə, dayı keçdi dayı. Onsuz da udmuşuq, nəysə. Hə. Deyir ki, mən Nədim Xədimoğlu. Bu kəndin başçısı. Yox, belə deyil. Mən Nədim Xədimoğlu. Nədim. Bu kəndin başçısı. Və mən söz verirəm ki, qoca qurdun yanında döyüşəcəyik biz vaxt gələndə deyir. Təşəkkür. Bəli. Bir dəqiqə. Vsyo? Sənin ağırlığın qədər də qızıl verəcəyik təbii ki, bəli. Hə. O kim daşıya bilər aramızda ona verim. Mən götürürəm də. Sən götürüb çıxırsan da aradan amma, hə? Onsuz da mən çıxıb getməliyəm. Hə. Neysə, mən- abi. Şey də belə şey eləyirlər, məclis yığıncaq falan eləyirlər. Qadınlar yemək bişirir, nə bilim, kişilər siqaret çəkirlər belə. Bard falan zad gəlib belə, qıraqdan bard gəlib. Bard özüm amma kimi çağırırsın. Qıraqdan bard çağırıblar da şey Bard gəlib, bardın üstünə bard gətirmisiniz, kuma bard. şey deyiblər. Ya, ana o kişi. Hə. Əlim, kəndin qurtuluşu üçün qıraqdan bard gətiriblər müəllim. Gəlib belə. Aşıq əhliman gəlib. Ya, bu şeydir. Aşıq ehtimal adında bir kişidir. Bu gəlib belə. Baxıram, özümü yadıma salmağa çalışıram. Ha, bu mahnılarına xoşum gəldi, bu olar. Gəlib belə başlayırız mahnılarından falan oxumağa belə. Xit mahnılarından. Şey deyir, orada Sərxanə də sazını götürür, belə dıngıldamağa başlayır. Deyir ki, mən də bacararam falan bəlkə nəsə belə. Mən də əl çağırım, baxa. İndi oturmusunuz müəllim. Bir diviş şey eləyir, bəs gəlir, deyir müəllim deyəcək şey. Mən sizin aranızda bu səyahətdən böyük bir zövq aldım. Lakin mənim görməli olduğum çox vacib bir işlər var. Astralda məni gözləyən atam, anası var da bunun. Var. Hə. Atasını yeməmişdilər. Atam var. Ya doğma atam yox da, ögey atam, məni saxlayan. Hə. Məni saxlayanlar. Öyle. Onlardan narahatam. Baxıram, Ona gedəməzsən. Deyəndə hələ Biz bir yerdə deməmişəm. getdik. Hələ gedəcəyimi deməmişəm deyəm. Əslində getməyi Hə. istəyirdi. Ona görə də məni bağışlayasınız. Bu bizim hələ ki sonuncu səyahətimiz olacaq. Gələcəkdə amma inşallah Great Taxim və Vərənfil Baltamla sizlə yenə nə zaman istəsəz qulluğunuzda problemlərimi təbii ki həll eləyəndən sonra hazıram. Bir yerdə Bir də ki bu Qustan atanın ağırlığındakı qızıllar məndə qalacaq. Çünki yol pulumca bu şeylər mənə lazımdır ona görə. Nəqad verirəm, bəs biz Tamam. də getdik, kömək eləyək. Gəl, biz də kömək eləyək deyirəm. Ya, bu işdə bu mənim öz şəxsi döyüşümdür. Onda o baltanı verə bilərsən mənə. Yox, orada mənə balta çox lazım olacaq. Amma başqa nəsə varsa inventarımda sizə nə istəyirsiniz? Nə istəyirsiniz? Xort. Bəlkə qızılı bölüşək. Qızıl biraz lazım olacaq mənə. Bölüşmək. Division şey deyə bilər də, sən də Xaliddən əkişdirdiyin qız, amma onu bilmir də demiş. İkinci Hə. backpacki ver mənə. Vermirəm ki, mən onsuz da kənddə mənə lazım olacaq da onsuz. Nəysə, Buyurun. sağ ol. Yol pulum həm dadım. Çıxır, sağ olun. Hamınızı bir qucaqlayır, bağrıma basıram. Maçı qucu. Sərxanəyə də qucaqlayıram belə dostyana. Hə. Gəlin bacı falan kimi şey. Hə, gəlin bacı. Gələn səfər inşallah uşaqlarımızın oyunda zadda görüşəcəyik. Mən oradan şey deyirəm. Aha. Nədimə də yaxınlaşıram, deyirəm ki, sənə də Nədim. Onunla da qucaqlaşır. Sağ olasın.
Qəşəng, qəşəng. Nə deyim? Maçı büdcə. Qustan ata nəsə deyir, bəs xeyir dua falan bir şey versinlər. Deyirəm ki, bilirəm ki, dəmir döyənə inanmırsan və dəmir döyənə Yuncuları kommentlərindən istəyirəm ki, Yuncuları nifrət edirsən, amma Ev yox, sağollaşırıq bu səfər nifrət eləmərəm. Biraz bir balaca bir dəfə dindən çıxsam olar. Qəşəng. Sağollaşırsınız və gedir Diviş. Əlində iki baltası. Məkkəyə də salam deyirsən. Məkkə buradaydı yoxsa? Məki oradaydı. Hə, Məkkə də Deyir ki, maçı büdcə. Stolun ortasında pendir yeyir. Diviş deyir. Mənə Astaraldan pendir gətir gələndə. Astaran pendirləri sana qurban. İlk gedirəm. Getdi müəllim. Əlbəttə. Hə, Nə getdi müəllim. Siz nə edirsiniz bəs? Qalanlar nə edir? Heç nə açılır. Da neyini? Yeyib sürüyü söhbət eləyirik. Və level up eləyir yoxsa yox? Mən Sərxana ilə iş gör. hələ ki level up yox müəllim dayıcıda. Mən də yolda Bir də- istirahət edəndə level up eləyəcəm. Hə, siz level up eləyərsiniz müəllim belə. Və okey, onda bu Peki, günlük bu bölüm senin üstündə heç nə çıxmadı ha bizdə. yox. Onun üstündə də işte, onun üstündə lənət qalxdı bir dənə. Və bugünkü bölümü də bitiririk. Bitirməmişdən qabaq. Bir dənə səhnə var, son səhnə. Son səhnədə deməli, bu Diviş əlində baltaları ilə belə heçliyin ortası ilə gedir. Heçliyin ortası ilə gedərkən uzaqda bir dağın başından bir dənə silüet görsənir abi. O silüet uzaqdan Divişə baxır və o Divişə baxan silüet belə biridir, gözlə. Bunu da balacalaşdıraq. Hə. Yəni belə bir karakter uzaqdan Divişə baxır. Hə müəllim. Sahib nə deyir karakter baxıb Divişə? Baxır deyir ki, Karakter nə deyir, yoxsa Diviş nə deyir karakter? evet, Deyəndə ala. Hə, sahib Divişə nə deyir karakter? Ataş deyəsən biz deyir baxır deyir ki, Ataş deyəsən burada nəsə yeyib içməkdir. Bu gedir mən də bir şey deyim. Yeyib içim. Məsələn belə bir şeydir maksimum. Nə desin? Hə, yaxşı, tamam. Bu da ki, yeni karakteri olaraq qoşulacaq sahibin. Hə. Yaxınlıqda yeyib içmək iyi gəlir. Gedim yeyib içim. Belə, qəşəng. Bu ilə da bunun adı nə idi? Əjdar. Əjdər dilli. Əjdər dilli adlı bir karakter. Qurbağa sürür. Okay. Hoppana şey verir. Hə, nəysə. Encounter bağlamamışam ala. Encounter bağlayayım. Okey. Bunu da dayandırıram. Mənim qurbağam 10 metr şey hoppanır ha, yəni uzağa hoppana bilir. Məhəlləni də açıram. Bunu da indi uydurdum. Bugün də 6-cı bölümlə də bugün yekunlaşdırırıq qiyamatı. Aymir Aydınlı, Nurlan Abbaslı, Rüstəm Səfərli və Sahib Ağsaç bizimlə idi. Və Qəhrəman Əkbər oyunu aparırdı. Bəli, bununla da Qiyamət qeyrətnamələrinin part 1-nin sonuna gəldik. Part 2-dəki böyük ehtimal iyul ayından başlayarıq, ya da avqustdan başlayarıq, bilmirəm. Böyük ehtimal avqustdan başlayarıq, amma maydan indi Nurlan abim özü desin xəbəri. Hə, böyük ehtimalla superhero janrında bir dənə oyun oynayacaq. Qəşəng, hamımız da oradayıq, yəni ki, böyük Yəni ehtimal. Onun bir üçün ay hazır ya, ol. bir ay olmayacaq da. Bir ay olmayacaq, hə, amma bölümü də paylaşacağam da o gündəndə də. Tamam, çox sağ olun, 6 bölüm qoşulduğunuz üçün. Hamınızı sevirəm, öpürəm, bağrıma basıram. Hələlik. Hələlik.